Gnat Hamsun, Victoria romanın sujetini faciəvi məhəbbət mövzusu təşkil edir. Əsərdə yalnız dahicəsinə sevənlərin labüd məhvə məhkum olması deyil, onların qarşısında keçirilməsi çətin sədlər qoyan silki, bərabərsizlik motivi də səslənir. Victoria'da məhəbbət dramının sosial səbəbləri yeni məzmunda canlanır. Birinci hissə. Dəyirmançının oğlu fikirli-fikirli addımlayırdı. 14 yaşlarında enli kürək, dərsi günəşdən və küləkdən yanmış bu yeniyetmə oğlan ağlına gələni uydurmağın mahir ustası idi. Böyüyəndə o kibrit qayırmaqla məşğul olacaqdı. Bax, bu zarafatsız filansız təhlükəli işdir. Elə ki, barmaqların kükürdə bulaşdı, heç kəs cürət edib sənə əl uzatmayacaq. Bu cür qorxulu işin ustası olduğun üçün dostlar da sənə hörmətlə yanaşacaqlar. Meşədəki quşlarına baş çəkdi. Bu quşların hamısı onun köhnə dostları idi. Onların harada yuva qurduqlarını bilir, dillərini başa düşür və səslərinə müxtəlif cür səs verirdi. Quşları tez-tez atasının dəyirmanında üyüdülmüş undan bişirilən çörək kürəciklərinə qonaq edirdi. Cığır boyunca ucalan ağaclar da onun köhnə tanışları idi. Yazda o, ağac şirəsi toplayır, qışda isə qayğıkeş ata tək onların qayğısına qalır, budaqların çürüməməsi üçün üzərlərindəki qarı çırpırdı. Hətta ən yuxarıda sahibsiz daş karxanasında da elə bir daş yoxdur ki, bu yeniyetmə oğlan onunla sirdaş olmasın. O həmin daşların üzərinə hərflər həkk edir, sonra isə onların özünə məxsus tərzdə düzərdi. Ortadakı pastor, ətrafdakılar prixodlar olurdu. Pastor protestan keşişi, prixod xristianlarda aşağı kilsə təşkilatı və bu təşkilatın üzvlərinin yaşadığı yer, məhəllə. Ümumiyyətlə, köhnə karxananın başına açmadığı oyun qalmamışdı. Yoldan çıxıb bəndə tərəf endi. Dəyirmanın çarxı hərlənir, ətrafa bərk səs-küy yayılırdı. Amma o, öz-özünə danışa-danışa buralarda veyimlənməyə adət etmişdi. Sanki hər bir köpük mirvarisi öz şəxsi həyatını yaşayırdı və bu barədə nəsə danışa bilərdi. Çay isə bənddən üz aşağı tam şaquli vəziyyətdə tökülürdü. Sanki parlaq rəngli ipliyin saplarını qurumaları üçün göydən asmışdılar. Çayın karxanadan aşağıdakı hissəsində çoxlu balıq olduğundan o da öz tilovunu tez-tez buraya atırdı. O böyüyəndə dalğıc olacaq. Dalğıcdan başqa heç kim. Gəminin göyərtəsindən dənizin dibinə baş vuracaq və dalğaların əcaib qəraib meşələri yırğaladığı əsrarəngiz dünyaya düşəcək, lap dibdə isə mərcan saray yüksələcək. Şəhzadə xanım ona pəncərədən əl yelləyəcək və deyəcək, buraya gəl. Həmin andaca kiminsə onu çağırdığını eşitdi. Yohannes atası idi. Sarayda sənin arxanca adam göndəriblər. Gənc ağaları adaya aparmaq lazımdır. Yohannes cəld saraya doğru götürüldü. Dəyirmançı oğluna gözlənilmədən böyük xoşbəxtlik nəsib olmuşdu. Ağa malikanəsi doğrudan da kiçik sarayı yaşıllıqlar içərisindən ucalan əfsanəvi qəsri xatırladırdı. Ağ boya ilə rənglənmiş ağac evin damının yaşamağı və divarları boyunca yarımdairəvi pəncərələr sıralanmışdı. Evə qonaq gələndə konus şəkilli qalağıcığın qülləsində bayraq dalğalanırdı. Cəmaət bu malikanəni saray adlandırırdı. Malikanənin bir tərəfi körfəz, digər tərəfi isə sıx meşəlikdir. Lap uzaqlarda isə kiçik kəndli xutorları görünürdü. Yohannes gənc ağaları sakitcə qarşılayaraq qayıqda yerləşmələrinə kömək etdi. Bu uşaqları çoxdan tanıyırdı. Bunlar saray sahibinin uşaqları və onların şəhərdən gələn dostları idi. Hamısı uzunboğaz rezin çəkmələr geyinmişdi. Yalnız xırda ayaqqabılar geyinmiş 10 yaşlı Victoria'nı qucaqda daşımaq lazım idi. Onlar səni qucağında aparım, Yohannes soruşdu. Özüm apararam, şəhərdən gələn və artıq konfirmasiya vaxtı çatmış Otto adlı cavan oğlan dedi və Victoria'nı qucağına aldı. Konfirmasiya protestantlarda və katoliklərdə cavan oğlan və qızları kilsə üzvlüyünə qəbul etmə mərasimi. Yohannes Ottonun qızcığazı sahildən biraz araldakı təpəliyə necə apardığını gördü.
Viktoriyanın isə ona sağ ol dediyini eşitdi. Sonra Otto əmr etdi. Sənsə adını da bilmirəm. Qayıqdan göz qulaq ol. Onun adı Yohannesdir, Viktoriya dedi. Doğrudur, qoy o qayığa baxsın. Yohannes tək qaldı. Gənc ağalar isə zəmbillərini götürüb quş yumurtası toplamaq üçün adanın içərilərinə doğru irəlilədilər. Yohannes fikrə getdi. Çox istəyirdi ki, onlarla birlikdə getsin. Axı qayığı sadəcə olaraq sahilə çıxarmaq da olardı. Elə bilirsiniz, ağırdır. Heç də ağır deyil. Yohannes var gücü ilə qayığı itələyib burnunu sahilə çıxartdı. Gənc ağaların deyə-gülə daha da uzaqlaşdıqlarını eşitdi. Eybi yoxdur, yaxşı yol. Hər halda onu da özləri ilə apara bilərdilər. Onlara dağlarda gizlənmiş, gizli oyuqlardakı dimdik, tüklü yırtıcı quşların yuvalarını göstərərdi. Bir dəfə Yohannes orada hətta sincab da görmüşdü. Qayığı suya itələyib adanın ətrafında avar çəkməyə başladı. Xeyli uzaqlaşmışdı ki, birdən səs eşitdi. Geri qayıt, quşları ürküdürsən. Mən sizə sincab yuvasını göstərmək istəyirdim. Yohannes sualedici tərzdə izahat verdi. İstəyirsiniz yuvadan ilan çıxaraq, biraz duruqduqdan sonra təklif etdi. Məndə kibrit də var. Heç kəsdən səs çıxmadı. Yohannes qayığı döndərib geriyə, biraz əvvəl yan aldıqları yerə doğru avar çəkməyə başladı. Orada qayığı sahilə çıxartdı. O böyüyəndə sultandan adı alacaq və oraya heç kəsi buraxmayacaq. Göyərtəsində top olan gəmi onun malikanəsini qoruyacaq. Əlahəzrət kölələr ona məruz edəcəklər. Bir gəmi sualtı qayaya toxunub, orada gənc insanlar var. Onlar həlak ola bilərlər. Qoy olsunlar, o cavab verəcək. Əlahəzrət, onlar kömək üçün yalvarırlar, biz onları xilas edə bilərik. Onların arasında ağ paltarlı gənc qız da var. Xilas edin, o gür səslə əmr edəcək. Uzun illərin ayrılığından sonra yenidən saray sahibinin uşaqlarını görəcək. Viktoriya isə onun ayaqlarına düşüb, onları xilas etdiyi üçün təşəkkür edəcək. Təşəkkür etməyə lüzum yoxdur. Mən öz borcumu yerinə yetirmişəm, o cavab verəcək. Mənim malikanəmdə sərbəst şəkildə gəzə bilərsiniz. O öz sarayının qapılarını qonaqpərvərcəsinə gənc ağaların üzünə açacaq. Onlara qızıl sinilərdə yeməklər verilməsini əmr edəcək. 300 qara dərili kəniz bütün gecəni onlar üçün oxuyub oynayacaq. Sonra gənc ağalar getməyə hazırlaşacaqlar. Amma Viktoriya onlarla getmək istəməyəcək. Hönkürərək onun qarşısında üzü qoyulu düşəcək. Axı Viktoriya onu sevir. İcazə verin qalım, hökümdar. Məni qovmayın. Qoy sizin kənizlərinizdən biri olum. Yohannes həyəcandan quruyub qaldı və cəld adanın içərilərinə doğru addımladı. Qərar verilmişdir, o saray sahibinin uşaqlarını xilas etməlidir. Nə bilmək olar, bəlkə onlar azıblar. Bəlkə Viktoriya qayıqlıqların arasında yarğına düşüb və oradan çıxa bilmir. Yohannes sadəcə olaraq əlini uzatmaqla onu xilas edə bilər. Gənc ağalar təəccüblə Yohannesə baxdılar. Axı o qayığı necə atıb gəlib? Sən qayığa görə cavab verəcəksən, Otto bildirdi. İstəyirsiniz sizə moruq kollarını göstərim, Yohannes dedi. Sükut. Yalnız Viktoriya soruşdu. Moruq kolları hardadır? Lakin gənc şəhərli tez işə qarışıb dedi. İndi vaxtımız yoxdur. Yohannes dedi. Mən də onu da bilirəm ki, haradan balıq qulağı yığmaq olar. Yenə də sükut. Onların içərisindən mirvari var, Otto xəbər aldı. Oy, bəlkə doğrudan da orada mirvari var, Viktor ucadan səsləndi. Yox, Yohannes bunu təminat verə bilməz. Balıq qulaqları sahildən uzaqda, dənizin dibində, ağ qumun üzərindədir. Qayıqla oraya üzüb suyun dibinə enmək lazımdır. Bu fikri hamı gülüşdü. Otto donquldandı. Dalğıca bir bax, heç sözüm yoxdur. Yohannes çətinliklə mövzunu dəyişdi. İstəyirsinizsə mən bax o qayanın başına dırmaşım və iri qaya parçasını aşağı diyirlədim. O yeni təkliflə çıxış etdi. Niyə? Elə belə, siz də tamaşa edərsiniz. Bu fikir də gənc ağaların ürəyincə olmadı. Odur ki, Yohannes utandığından səsini kəsdi. Sonra onlardan ayrılaraq adanın o biri tərəfində quş yumurtası axtarmağa getdi. Bütün dəstə qayığın yanına toplaşanda məlum oldu ki, Yohannesin tək başına topladığı yumurtalar digərlərinin birlikdə topladığından dəfələrlə çoxdur. O yumurtaları ehtiyatla papağının içinə yığmışdı.
Bu qədər yumurtanı necə toplamısan? Şəhərli Otto soruşdu. Mən quş yuvalarının yerini bilirəm axı. Yohannes sevinclə cavab verdi. Bu yumurtaları sənin yumurtalarının yanına qoyacağam, Viktoriya. Həddini bil, Otto bağırdı. Bu nə münasibətdir belə? Hamı Ottoya baxdı. Kim təminat verə bilər ki, bu papaq təmizdir? Yohannes cavabında heç bir söz demədi, lakin onun sevinci bir anda yox oldu. O geriyə dönüb papağındakı yumurtalarla birlikdə qayalara doğru addımladı. Ona nə oldu? Hara gedir? Otto səbirsizcəsinə soruşdu. Hara gedirsən Yohannes? Viktoriya qışqırdı və onun ardınca götürüldü. O dayandı və sakitcə cavab verdi. Yumurtaları qaytarıb yuvalarına qoyacağam. Onlar bir-birinə baxaraq bir müddət durdular. Nahardan sonra daş karxanasına gedəcəyəm, Yohannes dedi. Viktoriya dinmədi. İstərsən mağaranı sənə göstərim? Mən qorxuram, Viktoriya ürkdü. Axı özün deyirdin ki, ora zülmət qaranlıqdır. Bu sözləri eşitdikdə bütün kədərinə rəğmən Yohannes gülümsündü və cəsarətlə dedi. Qorxma, axı mən səninlə olacağam. Köhnə daş karxanasında oynamağı Yohannes lap kiçik yaşlarından sevirdi. Onun yuxarıda elə hey nəsə taqqıldatması və öz-özünə ucadan danışması yolda da eşidilirdi. Hərdən xəyalına gətirirdi ki, güya keşişdir və moizə oxuyur. Daş karxanası çoxdan unudulmuşdu. Daşları mamır basmış və bir zamanlar burğu ilə deşilərək partlayıcı qoyulan yerlər artıq görünmürdü. Lakin karxananın ən dərin yerində gizli mağara vardı. Dəyirmançı oğlu buranı daşlardan təmizləyərək zövqlə bəzəmişdi. Burada dünyanın ən qoçaq quldur dəstəsi yaşayırdı. Dəstənin başçısı isə özü idi. Baxın, o gümüşü zınqırovu çalır, başında brilyant qaşlı papaq olan cumbulu Lilliput nökər qaçaraq gəlir, o alnını yerə qoyub təzim edir. Şahzadə Viktoriya gələn kimi onu buraya gətirin. Yohannes ucadan əmr edir. Lilliput yenidən yerədək təzim edib qeyb olur. Yumşaq divana şeyxanan Yohannes dərin fikrə gedir. O qonağı fəxri yerdə əyləşdirərək ona qızıl və gümüş qablarda ən ləziz təamlar verilməsini əmr edəcək, yanan alovun şölələri mağaranı işıqlandıracaq, lap içəridə isə zərxaradan tikilmiş pərdənin arxasında ona yataq hazırlayacaqlar. Qonağa 12 cəngavər keşik çəkəcək. Yohannes yerindən sıçradı, iməkləyə mağaradan çıxdı və dinşəməyə başladı. Aşağıdakı cığırda yarpaqlar xışıldayırdı. Viktoriya, o çağırdı. Hə, Viktoriya cavab verdi. Viktoriyanı qarşılamaq üçün aşağı indi. Oy, mən çox qorxuram, Viktoriya dedi. Yohannes çiyinlərini çəkərək cavab verdi. Axı, mən elə indicə oradan gəlirəm. Onlar mağaraya daxil oldular. O, əlinin işarəsi ilə Viktoriyaya daşın üstündə oturmağı təklif edərək dedi. Bax, bu daşın üstündə nəhəngin özü oturmuşdu. Sus, ardını danışma. Bəs sən qorxmadın? Yox. Amma sən deyirdin ki, onun yalnız bir gözü var. Bir gözü isə ancaq trollarda olur. Skandinaviya əsatirində div, cin, qulyabani və s. Yohannes fikrə getdi. Onun iki gözü var, amma biri heç nə görmür. Bunu mənə özü deyib. O sənə daha nə deyib? Yox, lazım deyil, danışma. O soruşdu ki, onun yanında xidmət göstərməyə razıyam ya yox. Allah qorusun, sən təbii ki, razılıq vermədin. Nə razılaşdım, nə də qəti etiraz etdim. Sən dəli olmusan, istəyirsən ki, səni mağarada dustaq etsinlər? Özüm də bilmirəm, yerin üstündə də yaxşı, heç şey yoxdur. Sükut. Şəhərli qonaqlar gəldiyi gündən sən yalnız onlarla oturub durursan, o dedi. Yenə sükut. Yohannes sözünə davam etdi. Amma mən hamıdan güclüyəm, odur ki, səni bir anda əllərim üstə sahilə aparardım. Ümumiyyətlə, mən səni tam bir saat əllərim üstə saxlaya bilərəm. Bax. O, Viktoriyanı qolları üstünə götürüb qaldırdı. Viktoriya onun boynunu qucaqladı. Yoruldun, burax. Yohannes onu yerə qoydu. Amma Otto da güclüdür. O, hətta özündən böyüklərlə dalaşıb, Viktoriya dedi. Yohannes şübhəli yenidən soruşdu. Böyüklərlə? Hə, şəhərdə. Sükut. Yohannes fikrə getdi. Bir halda ki, belədir, daha heç bir sözüm yoxdur. O qərara gəldi. İndi nə eləmək lazım olduğunu bilirəm. Nə? Gedib nəhəngə xidmət göstərəcəyəm. Oy, sən dəli olmusan, Viktoriya qışqırdı. Burada nə var ki? İndi mənim üçün fərqi yoxdur. Gedəcəyəm və xidmət edəcəyəm.
Viktoriya vəziyyətdən necə çıxmaq haqqında düşünürdü. Bəlkə o bir daha heç gəlməyəcək. Gələcək, Yohannes cavab verdi. Buraya, o tez soruşdu. Buraya. Viktoriya yerindən sıçrayaraq çıxışa doğru getdi. Yaxşısı budur, gedək buradan. Yohannes tələsmək lazım deyil desə də özünün də rəngi qaçdı. Nəhəng gecədən tez gəlməyəcək, düz gecə yarısı gələcək. Viktoriya sakitləşdi və daşın üstündəki əvvəlki yerini tutmağa hazır kimi göründü. Amma Yohannes özünün çağırdığı nəhəngin öhdəsindən gəlmək artıq o qədər də asan deyil. Mağarada qalmaq təhlükəlidir. İstəyirsən gedək, o təklif etdi. Yuxarıda bir daş var, üzərində də sənin adın. Gedək göstərim. Onlar iməkləyə mağaradan çıxıb daşı tapdılar. Viktoriya məğrur və xoşbəxtdir. Mütəəssir olmuş Yohannes isə göz yaşları içərisində dedi. Burada olmayanda bu daşa baxıb məni xatırlayar, xoş xatirəyə yad edərsən. Mütləq, Viktoriya söz verdi. Axı sən qayıdacaqsan. Nə bilmək olar, bəlkə də qayıtmadım. Onlar yolla addımlayaraq evə sarı getdilər. Yohannes ağlamağını güclə saxlayır. Yaxşı, sağ ol, Viktoriya dedi. Qoy səni biraz da ötürüm. Viktoriya onunla insafsızcasına və tələsik vidalaşdı. Bu, Yohannesi incik saldı. Onun heysiyyətinə toxundu. O birdən-birə dayandı və öz səmimi qəzəbini gizlətmədən dedi. Sənə bir şey deyəcəyəm, Viktoriya. Heç kəs, heç vaxt sənə mənim kimi yaxşı olmayacaq. Heç kəs. Otto da mənə yaxşı münasibət bəsləyir, Viktoriya etiraz etdi. Belədir. Onunla ürəyin istəyən qədər gəzib dolaşa bilərsən, o cavab verdi. Susaraq bir neçə addım irəlilədilər. Mənim üçün narahat olma, mən firavan yaşayacağam. Sən hələ bilmirsən ki, mənə hansı mükafatı vəd ediblər. Bilmirəm, nə vəd ediblər ki? Çarlığın yarısını, bu birincisi. Ola bilməz, necə çarlığın yarısını? Üstəlik də şəhzadəni. Viktoriya dayandı. Düzünü də, axı bu doğru ola bilməz. Nəhəng belə söz verib. Sükut. Maraqlıdır, görəsən o necədir? Viktoriya yavaşca dedi. İlahi, o dünyada hamıdan gözəldir. Bunu kim bilmir ki? Viktoriya artıq məğlub olmuşdur. Bəs sən şəhzadə ilə evlənmək istəyirsən? O soruşdu. Əlbəttə, Yohannes cavab verdi. Niyə də yox? Amma görəndə ki, Viktoriya həqiqətən məyus oldu, əlavə etdi. Ancaq buna baxmayaraq ola bilər ki, hərdən bir buralara da baş çəkim. İmkan tapıb qonaq gələcəyəm. Amma onu özünlə gətirmə, lazım deyil, Viktoriya xahiş etdi. Burada o sənin nəyinə lazımdır? Ola bilsin ki, tək gəlim. Mənə söz verirsən? Yox, söz vermirəm. Sənin üçün nə fərqi var ki? Əlbəttə ki, sənin üçün heç bir fərqi yoxdur. Niyə elə deyirsən? Viktoriya etiraz etdi. Yəqin ki, o səni məndən az sevir. Onun ürəyi sinəsində aramla döyündü. Yohannes xoşbəxtdir. Bu sözlər onu elə həyəcanlandırıb ki, yerə girməyə belə hazırdır. O, Viktoriyanın üzünə baxmağa cəsarət etməyərək baxışlarını yayındırdı. Sonra yerdən bir çubuq götürərək qabağına qoydu və əllərinə döyəcləməyə başladı. Nəhayət olduqca həyəcanlı halda fit çalmağa başladı. Deyəsən evə getmək vaxtıdır, o dedi. Sağ ol, Viktoriya cavab verdi və əlini ona uzatdı. İkinci hissə. Dəyirmançının oğlu şəhərə getdi. O uzun müddət evə qayıtmadı. Orada məktəbə getdi, müxtəlif elmləri mənimsədi, böyüdü, böyük və güclü oldu, bığ yeri tərlədi. Şəhər uzaq, yol xərci hər iki tərəfə bahaydı. Qənaətçi dəyirmançı oğlunun uzun illər dalbadal qış şəhərdə saxladı. Yohannes də bütün gününü kitab oxumaqla keçirtdi. Beləliklə o böyük oğlan oldu. Əvvəlcə 18, sonra isə 20 yaş tamam oldu. Bir yaz günü o buxar gəmisindən sahilə indi. Sarayın üzərindəki sahibinin oğlunun şərəfinə bayraq dalğalanırdı. Ditlev də həmin gəmi ilə tətilə evə gəlmişdi. Onun arxasınca platformaya fayton göndərmişdilər. Yohannes sarayın sahibinə, onun arvadına və Viktoriyaya salam verdi. Viktoriya necə də böyümüş və yetişmişdi. O, Yohannesin salamını almadı. Yohannes bir də papağını çıxartdı və bu zaman Viktoriyanın qardaşından Ditlev, bizimlə salamlaşan kim idi? Soruşuğunu eşitdi. Bu ki, Yohannesdir, dəyirmançının oğlu, qardaşı cavab verdi. Viktoriya yenidən ona tərəf baxdı, amma Yohannes bir daha salam verməyin yersiz olacağını düşündü. Fayton isə uzaqlaşdı. Yohannes də evlərinə tərəf addımladı. İlahi, onların evi nə qədər kiçik və gülməli idi. Yohannes başını əymədən qapıdan keçə bilməzdi.
Valideynləri onu bayram yeməkləri ilə qarşıladılar. O qəlbinin dərinliklərindən həyəcanlanmışdı. Burada hər şey əziz və həzin xatirələrlə dolu idi. Xeyirxah qocalar olan atası ilə anası növbə ilə əllərini ona uzadıb qayıtması münasibəti ilə təbrik etdilər. Həmin axşam Yuhannes ətrafı gəzməyə çıxdı. Ətrafda nə varsa hamısını nəzərdən keçirtdi. Dəyirmanda, daş karxanasında və bir vaxtlar balıq tutduğu dəhnədə oldu. Artıq ağaclarda yuva qurmuş quşların talış səslərini kədərlə dinlədi. Hətta meşədəki nəhəng qarışqa yuvasına baxmaq üçün qarmaq da düzəltdi. Qarışqalar yoxa çıxmış, qarışqa yuvası məhv olmuşdu. Yuhannes topanı çevirdi, amma heç bir həyat izi tapa bilmədi. Meşədə gəzərkən gördü ki, sarayın sahibinə aid olan meşə olduqca seyrəlib. Hə, necədir? Doğma yerləri tanıya bilirsən? Atası zarafat etdi. Qara toyuqları, öz köhnə dostlarını tapdınmı? Tanıyıram, amma hər şey yox. Meşə qırılıb. Meşə bizim deyil, ağanındır. Atası cavab verdi. Özgənin ağaclarını saymaq bizim işimiz deyil. Hər kəsin pula ehtiyacı olur. Sarayın sahibinə isə pul daha çox lazımdır. Günlər öz axarı ilə irəliləyirdi. İşıqlı, fərəhli günlər. Uşaqlığın xoş xatirələri ilə təklikdə keçirdiyi şirin anlar. Həmin anlarda hər şey səni torpağa və aydın səmaya, azad kənd həyatına və dağlara səsləyir. Yuhannes cığırla saraya tərəf gedirdi. Səhər-səhər onu arı sancdığı üçün üst dodağı şişmişdi. Əgər ağalardan kimsə ona rast gəlsə, təzim edib tez öz yolu ilə gedəcək. Amma heç kim rast gəlmədi. Sarayın önündəki bağda o xanımı gördü. Ona çatanda təzim edib yoluna davam etdi. Bu sarayın sahibəsi idi. Sarayın yanından keçəndə Yuhannes indi də hiss etdi ki, ürəyi əski günlərdə olduğu kimi döyünür. Saysız pəncərələri olan böyük ev, sarayın sərt və təkəbbürlü sahibi indiyədək onda hörmət və ehtiram doğururdu. Yuhannes körpüyə tərəf döndü. Burada o qəfildən Ditlevlə Viktoriyanı gördü. Yuhannes dirxor oldu. Yəqin fikirləşəcəklər ki, qəsdən onların gözünə girir. Üstəlik hələ dodağı da şişib. O addımlarını yavaşıtdı. İrəli getsinmi, getməsinmi, hər halda getdi. Hələ uzaqdan baş endirdi və onlar gəlib çatanadək papağını əlində saxladı. Hər ikisi cavab olaraq yüngülcə baş əyib asta-asta yollarına davam etdi. Viktoriya düz onun üzünə baxdı. Qızın sifətinə sanki kölgə düşmüşdü. Yuhannes körpüyə tərəf addımlamamağına davam etdi. Onu həyəcan bürümüşdü. Hətta yerişi belə onun təşviş içində olduğunu bir özə verirdi. İşə bax, Viktoriya necə də böyüyüb. Artıq böyük qızdır, özü də çox gözəldir. Onun çatma qaşları iki zərif məxməri zolağa bənzəyir. Gözlərinin rəngi tündləşərək gömgöy olub. Geri dönərkən Yuhannes saraydan uzaqda meşənin içi ilə gedən cığıra tərəf döndü. Heç kəs onu saray sahibinin uşaqlarının izlədiyinə görə qınaya bilməzdi. O təpənin başına qalxdı. Münasib bir daş seçib üstündə oturdu. Quşlar şövq və ehtirasla oxuyur, bir-biri ilə səs-səsə verərək dimdiklərində çör-çöp daşıyırdılar. Havada qara torpağın, cücərən tumurcuqların və ağac çürüntüsünün xoş qoxusu vardı. Birdən gözləmədiyi halda yenidən Viktoriyanı gördü. O əks tərəfdən düz Yuhannesin əyləşdiyi təpəyə sarı gəlirdi. Yuhannesi çarəsiz pərtlik bürüdü. Kaş ki, buradan çox-çox uzaqlarda olaydı. Artıq bu dəfə onun heç bir şübhəsi qalmayacaq ki, Yuhannes qəsdən onunla görüşmək üçün belə edir. Görəsən onunla yenidən salamlaşsın, yoxsa yox? Bəlkə özünü görünməzliyə vursun. Bir yandan da ki, dodağı şişib. Ancaq Viktoriya gəlib çatanda ayağa qalxıb papağını çıxartdı. Viktoriya gülümsəyərək başını tərpətdi. Axşamınız xeyir, xoş gəlibsiniz, qız dedi. Yuhannes elə gəldi ki, qızın dodaqları yenidən azca səyridi, amma tez özünü ələ aldı. Buna inanmaq çətindir, o izahat verməyə tələsdi. Amma mən sənin bu tərəfə getdiyini bilmirdim. Əlbəttə, siz bunu bilə bilməzdiniz, qız cavab verdi. Bu cığırla getmək mənim qəfil ağlıma gəldi. Ay, o qıza, sən deyə müraciət etdi. Siz burada çox qalacaqsınız, qız soruşdu. Tətil qutarana dək. O sözləri çətinliklə seçirdi. Qız birdən ona yad kimi göründü. Ümumiyyətlə, niyə bu qız onunla danışmağa başladı? Ditlev deyir ki, siz olduqca istedadlısınız. Yuhannes,
Çox yaxşı oxuyursunuz. O həm də sizin şeir yazmağınız barədə də mənə danışıb. Bu doğrudur? O qısa və könülsüz cavab verdi. Bu o qədər də əhəmiyyətli deyil. İndi hamı şeir yazır. Yəqin indi çıxıb gedəcək, çünki susurdu. Elə dilxoram ki, bu gün məni arı sancıb. O dodağını göstərərək yenidən danışmağa başladı. Ona görə də dodağım belə şişib. Siz çoxdandır buralara gəlmirsiniz. Ona görə də buradakı arılar artıq sizi tanımır. Ona arı sancıb, bunun isə dünya vecinə deyil. Aydındır, buna bax. Qızılı dəstəkli qırmızı çətiri çiynində fırladır. Başqaları isə vecinə deyil. Amma o bu nəcib və məğrur xanımı dəfələrlə əlləri üstündə daşıyıb. Heç mən özüm də buranın arılarını tanıya bilmirəm, cavab verdi. Amma bir zamanlar onlar mənim dostlarım idi. Lakin xanım qız onun sözlərindəki dərin mənanı anlamadığı üçün cavab vermədi. Məna isə necə dərin idi. Mən burada çox şeyləri tanıya bilmirəm. Hətta meşəni də qırıblar. Qızın sifəti tutuldu. O halda yəqin ki, siz burada şeir yazmaq istəməyəcəksiniz, qız dedi. Birdən mənə şeir həsr etmək gəlsə ağlınıza, ah yox, mən nələr danışıram. Görürsünüz, mənim belə şeylərdən nə qədər az başım çıxır. O pərt halda başını aşağı dikdi. Özünü mehriban göstərir, amma onunla əylənir. Təkəbbürlü sözlər danışır və gözləyir ki, necə təəssürat yaradacaq. Bu illər ərzində Yohannes boş yerə papağı günə yandırmayıb, yalnız kağız qaralamayıb, bir çoxlarından daha artıq kitab oxuyub. Yaxşı, yəqin ki, yenə görüşəcəyik, elə deyilmi? Sağ ol. O papağını çıxartdı və heç bir cavab vermədən çıxıb getdi. Kaş ki, biləydi şeirlərini ondan başqa heç kəsə. Yalnız və yalnız ona həsr etmişdi. Bütün şeirlərini, hətta gecə haqqında, bataqlıq işıqları haqqında yazdığı şeirləri də. Amma o bunu heç vaxt bilməyəcək. Bazar günü Ditlev Yohannesin ardınca gəlib onu adaya gəzintiyə dəvət etdi. Yenə də avar çəkməli olacağam, Yohannes düşündü. Amma razılıq verdi. Bazar günü olmasına baxmayaraq sahildə gəzişənlərin sayı azdı. Hava sakit, günəş parlaqdı. Biraz sonra musiqi sədaları eşidilməyə başladı. Səs dənizdəki uzaq adalardan gəlirdi. Bu poçt gəmisi idi. Suda qövsfəri böyük dövrə vuraraq sahilə yanaldı. Göyərtədə musiqi çalınırdı. Yohannes qayığı açıb kürəyə oturdu. Bu günəşli gündə o qeyri-adi həyəcan və diqqət içində idi. Gəmidən gələn musiqi səsi havada çiçəklərdən və qızılı sümbüllərdən naxışlar örürdü. Görəsən Ditlev niyə yubanır? O sahildə dayanıb buxar gəmisinə baxır və onun sərnişinlərinə tamaşa edir, sanki kimisə gözləyir. Burada boş yerə oturmuşam. Düşüm aşağı, Yohannes düşündü və qayığı döndərməyə başladı. Birdən gözlərinə nəsə ağ rəngli bir şey görünüb, dərhal da yox oldu. O suda şappıltı eşitdi. Gəmidən ümidsiz və çox səsli cığırtı qalxdı. Sahildəkilər isə gözlərini çəkmədən barmaqları ilə ağ görüntü olan yeri göstərirdilər. Musiqi susmuşdu. Yohannes dərhal özünü suya atdı. O düşünmədən, tərəddüd etmədən, yalnız instinktlərinə qulaq asaraq hərəkət edirdi. O göyərtədə qızım, mənim balam fəryad edən ananın səsini eşitmir, heç kəs görmürdü. Vaxt ötürmədən qayıqdan suya tullandı və dərinliyə baş vurdu. Bir müddət görünməz oldu. Yalnız suyun altına baş vurduğu yerdə burulğanlar əmələ gəldi. Ham başa düşdü ki, o axtarır. Gəmidə isə ah-nalə səsi kəsilmirdi. O biraz irəlidə bədbəxtlik baş verən yerdən bir neçə sajın aralıda suyun üzünə çıxıb yenidən dərinliyə baş vurdu. Adamlar qışqıraraq barmaqları ilə ona elə hey nəsə göstərirdilər. Yox, ora, bura, bura. O yenə suyun altında gizləndi. Yenidən üz-üzlü gözləmə anları, qadınların susmayan qəmli fəryadları. Bir kişi göyərtədə naümid vəziyyətdə barmaqlarını qırırdı. Gödəkçəsini və çarıqlarını çıxararaq bir nəfər də suya tullandı. Bu iş durman idi. O qızcığazın suyun dibinə batdığı yeri diqqətlə aradı, artıq hamı ona ümid bəsləyirdi. Lakin bu zaman suyun üzərində bayaqki yerdən daha bir neçə sajın irəlidə Yohannesin başı yenidən göründü. Papağı başında yoxdu. Başı günəşin şüaları altından eynən suiti başı kimi işıldayırdı. Uzaqdan ona çətin olduğu, nəyisə ona üzməyə mane olduğu və bir əlində nəyisə tutduğu görünürdü. Bir neçə saniyədən sonra isə o öz yükünü dişində tutmuşdu. Bu boğulan qızcığaz idi.
Sahildən və göyərtədən heyrət sədaları yüksəldi. Deyəsən şturman da bu səsləri eşitdi. Ona görə də başını sudan çıxarıb ətrafa boylandı. Nəhayət Yuhannes dalğaların kənara itələdiyi qayığa yetişdi. Əvvəlcə qızcığazı qayığa qoydu, sonra isə özü mindi. Bütün bunlar bir dəqiqədən çox çəkmədi. Sahildən Yuhannesin qızcığazın üzərinə əyildiyi, onun donunu arxa tərəfdən cırdığı, sonra kürəkləri qapıb var gücü ilə gəmiyə doğru avarladığını gördü. Qızcığazı göyərtəyə qaldıranda gəmidən şən və sürəkli "Ura!" sədaları yüksəldi. Onu bu qədər uzaqda axtarmaq sizin necə ağlınıza gəldi? Yuhannesdən soruşdular. O cavab verdi. Mən buralara bələdəm. Yadıma düşdü ki, burada sualtı axım var. Bir cənab sərnişinləri yararaq gəminin borduna tərəf can atırdı. Onun rəngi meyit rəngi kimi ağarmışdı. O qorxmuş halda gülümsəyir, gözləri yaşarmışdı. Rica edirəm, göyərtəyə qalxın, o qışqırırdı. Mən sizə minnətdarlıq etmək istəyirəm. Biz sizə çox minnətdarıq. Bircə dəqiqə. Meyit rəngli cənab yenidən kütlənin içərisində yox oldu. Gəmidən qayığa nərdivan salladılar və Yuhannes göyərtəyə qalxdı. O göyərtədə çox qalmadı. Adını və ünvanını dedi. Bir qadın onu elə yaş-yaş bağrına bastı. Rəngi qaçmış və özünü itirmiş kişi isə saatını onun ovcuna bastı. Yuhannes kayıta daxil oldu. Burada 2 nəfər qızcığazı ayıtmağa çalışırdı. İndi özünə gələcək, ürəyi artıq döyünür. Yuhannes zərər çəkmişə baxdı. O, arxa tərəfi cırılmış, qısa paltar geyinmiş, sarışın bir qızcığazdı. Kimsə papağını Yuhannesin gözünün üstünə bastı. Onu qayığa yola saldılar. O, sahilə necə gəlib çatdığını, qayığı sudan necə çıxartdığını qətiyyən xatırlamırdı. O yalnız gəmi yerindən tərpənərkən bir daha "Ura!" sədaları və göyərtədən ucalan şən musiqi sədaları eşitdi. Dənizdən əsən sərin meh onun bədənini şirin-şirin qıdıqladı. O dodaqlarını səssizcə qımıldadaraq gülümsəyirdi. Belə çıxır ki, bugün bizim gəzintimiz baş tutmayacaq, Ditilyev dedi. Onun görkəmindən narazılıq yağırdı. Viktoriya gəlib çıxdı. O irəli yeriyib tez dedi. Dəli olmusan? O tez evə gedib paltarlarını dəyişməlidir. Çox vacibdir. Onun 19 yaşı var. Yuhannes evə doğru addımladı. Onun qulaqlarında musiqi və "Urra" səsləri cingildəyirdi. Həyəcandan hara getdiyini belə unutmuşdu. Evlərinin yanından keçib meşə ilə üzü köhnə karxanaya tərəf getdi. Burada gün düşən yerdə özünə yer seçdi. Paltarlarından buxar çıxırdı. O oturdu. Lakin sevinç dolu şiddətli həyəcan onu yerində oturmağa qoymadı. Qəlbi sevinç və fərəhlə dolmuşdu. Düz üstə çökərək bu günə ona qismət etdiyinə görə göz yaşları içində Allaha dua etdi. Viktoriya sahildə dayanmışdı. O, "Urra" sədalarını eşidirdi. Ona "Evə gedin və paltarlarınızı dəyişin" demişdi. O oturdu, şadlığından elə hey gülürdü. Viktoriya onun bu hərəkəti necə etdiyini, bu şücaəti necə göstərdiyini öz gözləri ilə gördü. Boğulan qızcığazı xilas edərkən Viktoriya ona fərəhlə baxırdı. Viktoriya, Viktoriya, kaş ki həyatımın bütün anlarının təkcə sənə aid olduğunu biləydin. Mən sənin qulun, kölən olmağa, sənin yoluna çıxan bütün maneələri dəf etməyə hazıram. Mən sənin xırdaca çəkmələrini öpməyə belə hazıram. Qışın, soyuq günlərində sən öz karetində oturan zaman mən sənin sobana odun daşıyıram. Qızılı odunlar daşıyıram. Sənin sobana Viktoriya. O ətrafa boylandı, heç kəs onu eşitmirdi. O özü ilə tək qalmışdı. Əlində bahalı saat tutmuşdu. Saat çaqqıldayır, işləyirdi. İlahi, bu günə görə sənə çox minnətdaram. Olduqca minnətdaram. O əlləri ilə mamırlı daşları və yerə tökülmüş quru ağacları sığalladı. Viktoriya ona gülümsədi. Yox, onun təbiətində belə şey yoxdur. O sadəcə olaraq körpüdə dayanmışdı və yanaqları xəfifcə qızarmışdı. Görəsən saatı ona bağışlasam götürməyə razı olar. Günəş əyilmiş, havanın hərarəti aşağı düşmüşdü. O indi hiss etdi ki, tamamilə islanıb və quş qanadında evə götürüldü. Saraya şəhərdən qonaqlar təşrif buyurmuşdular. Ona görə də bir həftə idi ki, orada vur çatlasındı. Bu müddət ərzində dəyirmi qüllədə bayraq dalğalanırdı. Biçilmiş
Otu toplamağın vaxtı gəlib çatmışdı, ancaq atları şən əhval-ruhiyyəli qonaqlar minib əylənirdilər. Otsa tarlada qalmışdı. Harada ki, hələ biçməyə başlamamışdılar, muzdurlar ağalar üçün araba sürmək və avar çəkməklə məşğul idilər. Odur ki, ot kökündən quruyurdu. Sarı rəngli qonaq otağındansa aramsız musiqi səsi gəlirdi. Belə günlərdə qoca dəyirmançı dəyirmanı saxlayıb evinə çəkilərdi. O acı təcrübədən ibrət dərsi almışdı. Şəhərli qonaqlar dəfələrlə dəstə ilə dəyirmana gəlib əyləncə xatirinə taxılla dolu kilsələri zay etmişdilər. Gecələr hava ilıq və aydın olurdu. Belə vaxtlarda özünü bu cür hoqqabazlıqlar etməkdən necə saxlayasan? Varlı kamerger hələ cavan olarkən bir dəfə əlində içində qarışqa yuvası olan ləyənlə dəyirmana gəlmiş, qarışqaları dəyirman daşının üstünə atmışdı. Kamerger özü çoxdan qocalmışdı, amma oğlu Otto əvvəllər olduğu kimi yenə də saraya qonaq gəlir və əlində nə hoqqabazlıq desən gəlirdi. Onun haqqında nələr danışmırdılar. Budur, meşədən bağırtı və at ayaqlarının səsi gəlir. Gənc qonaqlar qızmış və tərləmiş atları çapırdılar. Atlılar dəyirmançının evinə sarı çapdılar və qamçı ilə qapını döydülər. Qapı çox alçaqdaydı, onların isə könlündən evə atın üstündə girmək keçirdi. Salam, salam, bağırışdılar. Biz sizə qonaq gəlmişik. Dəyirmançı onların bu niyyətinə fağır-fağır gülümsədi. Cavanlar tələsirdilər, atları bağladılar və dəyirmanı işə saldılar. Dənlikdə dən yoxdur, dəyirmançı qışqırdı. Siz dəyirmanı sındıracaqsınız. Dəyirman daşın qulaqbatırıcı uğultusundan heç kəs onun səsini eşitmədi. Yuhannes, dəyirmançı var gücü ilə bağırdı. Onlar dəyirman daşını toza döndürəcəklər. Dəyirmançı qonaqları göstərərək çığırdı. Yuhannes asta-asta qonaqlara tərəf addımladı. Onun rəngi dəhşətli dərəcədə ağarmış, gicgahlarının damarları şişmişdi. O artıq kadet forması daşıyan kamergerin oğlu Ottonu dərhal tanıdı. Onunla birlikdə daha iki gənc vardı. Onlardan biri gülümsəyərək Yuhanneslə salamlaşdı. Hiss olunurdu ki, davadalaş salmaq istəmir. Yuhannes qışqırmadan və hədə-qorxu gəlmədən irəliyə doğru addımladı. O düz Ottonun üzərinə gedirdi. Birdən meşədən çıxan iki atlını gördü. Onlardan biri Viktoriya idi. O atasının ağ madyanını minmişdi. Əynində yaşıl amazonka vardı. Viktoriya tələsmirdi. Atını saxlayaraq ətrafdakıları sual dolu baxışlarla süzdü. Yuhannes qəfil kənara çəkilib bəndin üstünə qalxdı və cəftəni ayırdı. Uğultu yavaş-yavaş azaldı, dəyirman dayandı. Otto bağırdı. Ey, deymə, niyə saxladın? Sənə deyirəm, əl vurma. Demək, dəyirmanı sən işə salmısan? Viktoriya soruşdu. Bəli, mən. Otto cəsarət edib cavab verdi. Axı, o niyə dayanıb? Ona görə ki, içində heç nə yoxdur. Yuhannes təngnəfəs alıb cavab verdi. Başa düşdün? Boşdur. İçində heç nə yoxdur. Eşidirsən? Viktoriya təkrar etdi. Mən hardan biləydim? Otto gülə-gülə etiraz etdi. O zaman icazənizlə soruşdum. Onun için niyə boşdur? Məgər dən tökülməyib? Yaxşı, atlara minin. Ottonun dostlarından biri mübahisəyə son qoymaq üçün onun sözünü kəsdi. Onlar atlara mindilər, getməzdən qabaq gənclərdən biri Yuhannesdən üzr istədi. Sonuncu Viktoriya getdi. Bir neçə addım uzaqlaşdıqdan sonra atının başını döndərib geri qayıtdı. Zəhmət olmasa atanıza bizim üzrxahlığımızı çatdırın, o xahiş etdi. Kadet özü də üzr istəyə bilərdi. Yuhannes cavab verdi. Əlbəttə. Hə, siz haqlısınız, amma yenə də o hoqqabazın biridir. Mən gərək ki, sizi çoxdandır ki, görmürəm, Yuhannes. O qulaqlarına inanmadı. Göz qapaqlarını qaldırıb qıza baxdı. Görəsən yanlış başa düşməmişdi ki. Necə ola bilərdi ki, bazar gününü, onun zəfər gününü yaddan çıxarsın? O cavabında dedi, mən sizi bazar günü körpüdə görmüşdüm. Hə, elədir, o dərhal təsdiq etdi. Necə də yaxşı oldu, siz Uşturmana kömək edə bildiniz. Deyəsən, qızı tapdınız. O incimiş halda qısa cavab verdi. Hə, biz qızı tapdıq. Bəlkə, qız sözünə davam etdi və elə indicə ağlına bir fikir gəldi. Bəlkə siz tək, amma nə fərqi var ki, ümid edirəm ki, üzrxahlığımızı atanıza çatdıracaqsınız. Gecəniz xeyrə qalsın. O təbəssümlə başını tərpədərək yüyəni çəkdi və çaparaq uzaqlaşdı. Viktoriya gözdən itəndən sonra Yuhannes həyəcanlı və özünü təhqir olunmuş hiss edərək meşəyə getdi. Birdən Viktoriyanın tək-tənha ağacın altında dayandığını gördü.
O ağacın gövdəsinə söykənərək hönkürüb ağlayırdı. Bəlkə yıxılıb, əzilib. Qıza yaxınlaşıb soruşdu, sizə nə olub? Viktor ona tərəf addımlayıb əllərini uzatdı. Gözlərini parıldayırdı, birdən dayandı. Əlləri havadan asılı vəziyyətdə qaldı və dedi, mənə heç də bir şey olmayıb. Atı irəli buraxmışam. Biraz piyada getmək istədim. Yuhannes, mənə elə baxmayın. Siz orada körpünün yanında dayanıb mənə baxardınız. Məndən nə istəyirsiniz? Nə istəyirəm? Başa düşə bilmirəm. Güclə cavab verdi. Nə güclü qollarınız var, deyə qız onun biləklərindən tutdu. Biləkləriniz necə də enlidir. Günəş sizi tamam yandırıb, qapqara qaralmısınız. Gənc oğlan yerindən sıçrayıb onun əllərindən tutmaq istədi, lakin qız paltarının ətəklərini yığışdıraraq dedi, yox, mənə heç bir şey olmayıb. Mən sadəcə olaraq getmək istəyirdim. Gecəniz xeyrə qalsın. 3-cü hissə. Yuhannes yenə şəhərə qayıtdı. Günlər və illər keçdi, zəhmət və arzuyla. Elm öyrənməklə və şeir sətri ilə dolu uzun və gərgin illər. Xoşbəxtlik onun üzünə gülmüşdü. O, farsların kraliçası olmuş Yəhudi qızı Esfir haqqında şeir yazmış, bu əsər çap olunmuş, hətta qonorar belə verilmişdi. Esfir, farsların kraliçası olmuş Yəhudi qızı. Əhdi ətiqə görə Fars çarı Kserks İncildə Artaxerks çar ziyafətinə gəlməkdən imtina etmiş, Çariça Astina qəzəblənərək onu kənarlaşdırmış və çarlığa dörd bir tərəfindən toplanmış gənc və gözəl qızlarının içərisindən Yəhudi qızı Esfiri Çariça təyin etmişdi. Munchen Vendentin adından yazdığı Məhəbbət gəzintiləri adlı digər şeiri isə onu məşhurlaşdırmışdı. Məhəbbət nədir? O küləyin qızılgül kollarını xışıldatmasıdır. Yox, məhəbbət qanda şölələnən alovdur. Məhəbbət cəhənnəm musiqisidir və onun sədaları altında hətta qocaların da qəlbi rəqs edir. O, səhərin ala toranında açan gecə bənövşəsidir. Daha dəqiqi, həzin mehin xəfif toxunuşu ilə ləçəkləri bürüşən və öləziyən anemon çiçəyidir. Bax, budur məhəbbət. O insanı məhv edə, onu yenidən həyata qaytara və yenidən öz damğasını onun alnına basa bilər. Bugün o mənə qarşı lütfkardır. Sabah sənə, o biri günsə başqa birisinə. Çünki müvəqqətidir. Lakin o sənin üzərinə görünməyən möhür vurur və ölüm anına dək sönmədən yandırır. Çünki o əbədidir. Axı məhəbbət nə deməkdir? Ah, məhəbbət, o torpaq qoxuyan ulduzlu yay gecəsidir. Bəs niyə o cavanın xəlvəti çığır etməyə sövq edir? Qocanınsa öz tənha hücrəsində rahatlığını əlindən alır. Məhəbbət, sən insan qəlbini çiçəkli bağçaya və üfunətli zibilxanaya çevirirsən. Sirli və iyrənc tullantıların atıldığı dəbdəbəli və ədəbsiz bağçaya. Bəlkə rahibi gecə vaxtı bağın bağlı qapıları arxasında gizlənərək pəncərədən yatanlara baxmağa vadar edən də odur. Bəlkə rahibliyə namizədə çılğınlıq göndərən və şəhzadənin ağlını başından çıxaran da odur. Kralı torpağa dək təzim etdirən də odur. Elə təzim etdirən ki, saçları yeri süpürsün, dili ədəbsiz sözlər söyləsin, gürsün və dili bir qarış çölə çıxsın. Bax, buymuş sevgi. Amma yox, o hələ tamam başqa cür də olur və onun yer üzündə heç bir şeylə müqayisə etmək olmaz. Yaz gecəsi yerə endi və gənc oğlan qarşısında iki göz gördü. O bu gözlərə baxdıqca baxdı, qızın dodaqlarından öpdü və bu zaman ona elə gəldi ki, ürəyində iki işıq bir-birinə qovuşdu. Günəş və ulduz. Qızın qolları ona sarıldı və bundan sonra o dünyada heç bir şey görüb eşitmədi. Sevgi yaradanın ilk sözü, ilk işıqlı fikri, sevgi o kainatı ol deyə yaratdığı zaman doğulub. Onun bütün xəlq etdikləri gözəldir, lakin yaratdıqlarından yalnız birini yoxluğa qaytarmaq istəməyib və məhəbbət bütün dünyanın mənbəyi, bütün yer üzünün hakimi olubdur. Lakin onun bütün yollarında çiçəklər və qan var. Çiçəklər və qan. Sentyabr günü. Bu sakit küçə onun gəzintilərinin ən sevimli yeridir. Yuhannes bu küçə ilə eynilə öz otağında olduğu kimi o baş bu başa gedir. Çünki burada heç vaxt heç kəsə rast gəlmir. Bu küçənin hər iki tərəfi boyu qırmızı və sərt yarpaqlı ağacların ucaldığı bağ sahəsi uzanır.
Necə olub ki, Viktoriya bu küçəyə elə gəlib çıxıb? Onu buraya nə gətirib? O yanılmayıb. Bu həqiqətən də odur. Və dünən axşam pəncərədən küçəyə baxarkən gördüyü də yəqin ki, o imiş. Ürəyi bərkdən döyünməyə başladı. Viktoriyanın şəhərdə olduğunu bilirdi. Bu barədə eşitmişdi, amma dəyirmançı oğlu onun olduğu dairələrlə tanış deyildi. Heç Ditlevlə də yaxınlıq etmirdi. Özünü ələ alaraq xanıma sarı addımladı. Görəsən onu tanımışdı yoxsa yox? Viktoriya başını qəşəng, boynunun üstündə qürurla tutaraq dalğın halda və vüqarla öz yolu ilə gedirdi. O təzim etdi. Salam, qız sakitcə cavab verdi. Amma dayanmaq niyyəti olduğunu biruzə vermədi. Ona görə də Yohannes ötüb keçdi. Ayaqları sözünə baxmadı. Küçənin sonunda adəti üzrə geriyə döndü. Mən Zəkiyə baxacağam və baxışlarımı qaldırmayacağım düşündü. Ancaq 10 addım getməmiş baxışlarını qaldırıb baxdı. Qız bir vitrinin qarşısında dayanmışdı. Nə etsin? Yaxınlıqdakı dalana dönsünmü? O niyə burada dayanıb? Bu qırmızı sabun qırıqlarının, yarma qaravonozlarının və işlənmiş poçt markalarının üstü-üstə qalaqlandığı kasıb dükanın yöndəmsiz vitrini idi. Yaxşısı budur, bir 10 addım da irəliləsin, sonra geri dönər. Birdən qız ona tərəf baxaraq irəliləməyə başladı. O sürətlə addımlarla gəlirdi. Şübhəsiz, qəflətən qərara gəlmişdi. Danışmağa başlayanda nəfəsini güclə alırdı. Gülüşü də qeyri-adi şəkildə gərgindi. Xoş gördük. Sizə rast gəlməyim çox qəribədir. İlahi, ona nə olmuşdu? Ürəyi döyünmürdü, titrəyirdi. Nəsə demək istədi, lakin bacarmadı. Yalnız dodaqlarını qımıldatdı. Qızın paltarlarından, sarı donundan, bəlkə də nəfəsindən güclə sezilən dür qoxusu gəlirdi. Bu dəqiqələrdə o hələ qızın sifətinə baxa bilməmişdi, yalnız çiyinlərinin incə cizgilərini və çətirin dəstəyindən tutmuş uzunsov və ensiz əlini tanıdı. Bu onun sağ əli idi, barmağında üzüyü vardı. Əvvəlcə bunu başa düşmədi, üz vermiş bədbəxtçilik ağlına gəlmədi. Sadəcə olaraq onun əlləri dillə ifadə olunmayacaq qədər gözəldir. Mən artıq bir həftədir ki, şəhərdəyəm, qız sözünə davam etdi. Amma sizi görməmişəm. Daha doğrusu, bir dəfə küçədə gördüm. Kimsə mənə dedi ki, bu sizsiniz. Siz çox dəyişmisiniz. O mızıldandı. Mən sizin şəhərdə olduğunuzu bilirdim. Siz burada çox qalacaqsınız. Bir neçə gün. Yox, çox qalmayacağam. Mənə evə qayıtmaq lazımdır. Çox sağ olun ki, sizi görmək xoşbəxtliyini mənə nəsib etdiniz, o dedi. Araya sükut çöktü. Ümumiyyətlə, mən yolu azmışam. Nəhayət qız dilləndi. Mən Kamergerin ailəsində yaşayıram. Bu küçə hara aparır görəsən? İcazə versəniz sizi ötürərəm. Onlar birlikdə addımlamağa başladılar. Bəs Otto indi evdədir? Yohannesi ilk ağlına gələni soruşaraq sükutu pozdu. Evdədir. Qız qısa cavab verdi. Bu vaxt bir qapıdan piano çıxaran 3-4 kişi Zəkinin yolunu bağladı. Viktoriya sola çəkilərkən çiyinləri bir anlığa ona toxundu. Yohannes qıza baxdı. Bağışlayın. Qız üzr istədi. Qızın ona toxunması ilə bütün bədənindən xoş bir gizilti keçdi. Nəfəsi bir anlığa onun yanaqlarına toxundu. Görürəm ki, barmağınızda üzük var, o dedi və laqeydcəsinə gülümsündü. Sizi təbrik etmək olar? Görəsən nə cavab verəcək? O qıza baxdı, nəfəsi dayanmışdı. Bəs siz? Qız soruşdu. Məgər siz adaqlanmamısınız? Hə, doğrudan da, amma kimsə deyirdi. İndi sizin haqqınızda o qədər də danışırlar, qəzetlərdə yazırlar ki. Mən bir neçə şeir çap etdirmişəm, o cavab verdi. Ancaq siz yəqin ki, onları oxumamısınız. Məgər bunlar bütöv bir kitab halında çıxmayıb? Mənə gəldi ki, hə, bir kitabça da olub. Onlar bir bağçaya çıxdılar. Kamergerin evində onu gözləsələr də tələsmirdi. Viktoriya skamyada əyləşdi. Yohannes onun qarşısına dayandı. Birdən əllərini oğluna uzatdı və dedi, siz də əyləşin. Yalnız bu zaman o qızın əllərini buraxaraq oturdu. Ya indi, ya da heç vaxt düşündü. Yenidən istehsalı və laqeyd tonda danışmağa çalışdı. Gülümsündü. Qeyri-müəyyənliklə baxdı. Di, cəsarət ol. Deməli belə, nişanlanmısınız. Amma mənə, köhnə qonşunuza bu barədə bir söz də söyləməmisiniz. Qız fikrə getmişdi. Mən bugün sizinlə bu barədə danışmaq istəmirdim, qız dedi. Yohannes ciddi görkəm alaraq sakitcə cavab verdi.
Hə, mən onsuz da hər şey anladım. Sükut. O sözünə davam etdi. Mən həmişə başa düşürdüm ki, nə etsəm də fərqi yoxdur. Mənlik deyil. Mən vur tut dəyirmançı oğluyam. Sizsə, bəli, nə etmək olar? Mən hətta özüm də başa düşə bilmirəm ki, sizinlə yanaşı oturmağa necə cürət edirəm. Hələ üstəlik bu cür söhbətlər də edirəm. Mən sizin hüzurunuzda ayaq üstə durmalıyam, yaxud daha doğrusu diz çökməliyəm. Belə daha düzgün olardı. Mənsə oturmuşam. Görünür, mənim evdə olmadığım zamanlarda illər öz işini görüb. Necə oldusa, cəsarət mənə güc gəldi. Bilirəm ki, daha uşaq deyiləm. Bilirəm ki, məni həbsxanaya atdıra bilməzsiniz, hətta istəsəniz belə. Ona görə də cürətlənmişəm. Lütfən mənə acığınız tutmasın. Yaxşı olar ki, susun. Yox, danışın. Nə demək istəyirdinizsə, hamısını deyin. Olarmı? Nə istəyirəmsə, o halda sizin üzüyünüz də mənə mane olmayacaq. Bəli, qız sakitcə cavab verdi. Qoy o sizə mane olmasın. Doğrudanmı? Həqiqətənmi? Tanrı sizi xoşbəxt etsin, Viktoriya. Qulaqlarıma inana bilmirəm. O yerindən sıçrayıb diz çöktü ki, qızın üzünü görə bilsin. Məgər üzük heç bir əhəmiyyət kəsb etmir? Əyləşin. O yenidən oturdu. Əgər bilsəydiniz, mən bütün müddəti daima sizin haqqınızda düşünmüşəm, ilahi. Mənim qəlbimə bir anda olsun başqa bir fikir hakim kəsilməyib. Kiminlə görüşürəmsə görüşüm, kiminlə tanış oluramsa olum. Siz mənim üçün yeganə varlıq olaraq qalmısınız. Bu ötən illər ərzində mən yalnız bir şey düşünmüşəm. Viktoriya hamıdan yaxşı, hamıdan gözəldir və mən onunla tanış olmuşam. Buna görə də mən həmişə düşünmüşəm. Mən gözəl başa düşürdüm ki, sizin tayınız deyiləm. Amma nə olur olsun, mən sizinlə tanış idim. Bu isə mənim üçün xırda şey deyildi. Sizin harada yaşadığınızı bilirdim. Bəlkə də siz də hərdən məni xatırlayırdınız. Əlbəttə, siz məni xatırlamırdınız. Amma axşamlar tez-tez öz otağımda oturub düşünürdüm. Bəlkə xatırlayarsınız. Və mən xoşbəxtliyin zirvəsində sizə şeirlər əsr edirdim. Froken Viktoriya. Pullarımın hamısına sizə çiçəklər alırdım. Onları evə gətirib suya qoyurdum. Mənim bütün şeirlərim sizə həsr olunurdu. Yalnız bir neçəsini istisna olmaqla bu şeirlər heç çap da olunmayıb. Amma siz yəqin ki, heç çap olunanları da oxumayıbsınız. İndi böyük bir kitab üzərində işləyirəm. Tanrım, mən sizə nə qədər minnətdaram. Mən sizə nə qədər bağlanmışam. Mənim bütün xoşbəxtliyim də elə bundadır. Mən gündüzün də, gecənin də hər dəqiqəsində sizi xatırladan nəsə görür ya da nəsə eşidirəm. Mən sizin adınızı otağımın tavanına yazmışam. Yatağıma uzanıb ona baxıram. Amma otağım təmizləyən qız onu görmür. Çünki mən onu yalnız özüm üçün kiçik hərflərlə yazmışam. Bu da mənə xüsusi zövq verir. Qız qanırılıb korsajından bir kağız parçası çıxartdı. Baxın, kəsik-kəsik nəfəs alaraq dedi. Mən bunları kəsib saxlamışam. Niyə gizlədim ki? Mən hər gün axşam bunları oxuyurdum. Birinci dəfə bunları mənə atam göstərdi və mən bu şeirləri oxumaq üçün pəncərəyə yanaşdım. Hardadır görəsən? Heç cür tapa bilmirəm. Mən qəzeti varəqləyərək dedim. Amma həqiqətdə mən onları dərhal görmüş və bir su içimindəcə oxumuşdum. Özümü elə xoşbəxt hiss etmişdim ki. Kağız vərəqə onun dərisinin ətri opmuşdu. Vərəqi çevirib ona göstərdi. Bu, Yuhannesin ona ağ atın üstündəki süvariyə əsr etdiyi 4 qısa bənddən ibarət ilk şeirlərindən biri idi. Bu, hər sətri ulduz kimi işıq saçaraq onun daxili aləmini əks etdirən, həyəcanla, ürək çırpıntısı ilə dolu səmimi etiraf idi. O dedi, bunu mən yazmışam. Bu çoxdan olub, gecə idi, mən şey yazırdım. Pəncərəmdən o tərəfdəsə ağcı qovaqlar xışıldayırdı. Siz onları yenidən nə cür gizlədəcəksiniz? Sağ olun, siz onları yenidən gizlətdiniz. O səsi güclə eşidiləcək dərəcədə həyəcanla pıçıldadı. İnana bilmirəm, siz mənə bu qədər yaxın əyləşmisiniz. Mən sizin əlinizə toxunuram. Sizin hərarətiniz məni isidir. Tez-tez təklikdə qalıb sizi düşünəndə həyəcandan donurdum. İndi isə mənə istidir. Sonuncu dəfə evinizə gələndə siz çox gözəldiniz. İndi isə daha da qəşəngləşmisiniz. Gözləriniz, qaşlarınız, yoxsa təbəssümünüz? Yox, bilmirəm. Hamısı bir yerdə, sadəcə olaraq siz özünüz. Qız gülümsünür və altdan ona baxırdı. Uzun kirpiklərin arxasından masmavi gözləri görünürdü.
Yanaqları qızarmışdı, sanki sevinç işığı içində bərq vurur. Əlinin qeyri-iradi hərəkətləri ilə onun sözlərini təsdiq edirdi. Təşəkkür edirəm, qız dedi. Yox, mənə təşəkkür etməyin, Viktoriya. O cavab verdi. Onun bütün varlığı qıza doğru can atırdı. O elə hey nəsə demək istəyirdi. Qarma-qarışıq sözlər danışırdı. Sanki sərxoşdu. Əgər mənim sizin yanınızda zərrəcə dəyərim varsa, Viktoriya, bu ola bilməz. Yox, deyin ki var, hətta bu belə olmasa da lütfən. Onda mən sizə söz verirəm ki, mən nəyəsə nail olacağam. Çox şey nail olacağam, hətta mümkün olmayana da. Bəzən özümdə istifadə etmədiyim böyük güc, qüvvə hiss edirəm. Tez-tez bu güc özünü biruzə verir. Gecələri ayağa qalxıb otaqda vargil edərəm. Çünki xəyallar, qarabasmalar mənə rahatlıq vermir. Divarın o tərəfini yatan qonşuya yatmağa mane oluram deyə divarı döyəcləyir. Səhər açılanda yanıma gəlib deyinir. Amma mənim onunla heç bir işim olmur. Mən yalnız sizin barənizdə düşünürəm. Mənə elə gəlir ki, siz mənimlə bir yerdəsiniz. Mən pəncərəyə yaxınlaşıb oxuyuram. Dan yeri ağarır, qovaqlar xışıldayır. Gecən xeyrə qalsın. Mən səhərə deyirəm. Əslində bunu sizə deyirəm. Düşünürəm ki, indi o yatıb, yuxusu şirin olsun. Allah ona xoşbəxtlik nəsib etsin və özüm də yatağa uzanıram. Beləliklə, hər gecə belə olur. Bütün bunlara rəğmən, mən sizin bu qədər gözəl olduğunuzu təsəvvür etmirdim. İndi isə siz gedəndən sonra mən sizi beləcə olduğunuz kimi xatırlayacağam. Mən sizi indiki kimi aydın görəcəyəm. Bəs siz evə gəlməyəcəksiniz? Yox, mən hələ işlərimi qurtarmamışam. Mən nə danışıram? Gələcəyəm, əlbəttə gələcəyəm. Bircə dəqiqə, mən işlərimi qurtarmamışam, amma siz necə istəsəniz elə də edəcəyəm. Siz hərdən sarayın yanında gəzişirsiniz, elə deyilmi? Axşamlar isə evdən çıxırsınız, o zaman mən sizə baxaram, sizinlə salamlaşaram, mən bundan artıqını istəmirəm. Əgər mən sizin üçün acı da olsa, dəyər kəsb edirəmsə, ürəyinizi bulandırmıramsa, mənə deyin, mənə bu sevinci bəxş edin. Bilirsinizmi, belə bir palma ağacı var, yelpik palması. Bu ağac bütün həyatı boyu bir dəfə çiçək açır. Ancaq 70 il yaşayır. Amma bütün həyatı boyu bircə dəfə çiçəkləyir. Bax, mən də indi çiçək açmışam. Hə, mən pul tapıb evə gedəcəyəm. Mən bütün yazılarımı satacağam. Mən indi böyük bir kitab yazıram. Bax, onu satacağam. Nə yazmışamsa, elə günü sabah satacağam. Mənə kifayət qədər çox pul ödəyəcəklər. Bəs siz mənim gəlməyimi istəyirsiniz? Hə, çox sağ olun. Sizə minnətdaram. Əgər böyük ümidlər bəsləyirəmsə, siz Allah bağışlayın məni. Mümkün olmayana inanmaq da böyük xoşbəxtlikdir. Bu gün həyatımın ən xoşbəxt günüdür. O papağını çıxarıb yanına qoydu. Viktoriya ətrafa boylandı. Küçənin sonunda bir qadın göründü. Biraz uzaqda isə əlində zənbil olan başqa bir qadın vardı. Viktoriya qəflətən ayıldı və saatına baxdı. Siz getməlisiniz? Yohannes soruşdu. Getməzdən öncə mənə bir söz deyin. Bir söz eşitmək istəyirəm. Mən sizi sevirəm. Bax, mən sizə bunu dedim. Sizin cavabınızdan asılıdır. Mən təpədən dırnağa sizin ixtiyarınızdayım. Mənə cavab verin. Sükut. O başını buladı. Yox deməyin, xahiş etdi. Burada yox, qız dedi. Mən sizə orada, evin yanında cavab verəcəyəm. Onlar küçə ilə addımladılar. Deyirlər, siz o qızla evlənəcəksiniz. Xilas etdiyiniz qızla. Onun adı nə idi? Siz Kamilla nəzərdə tutursunuz? Hə, Kamilla Seyeri. Deyirlər ki, siz onunla evlənəcəksiniz. Hə, deməli belə. Niyə bu arada soruşursunuz ki, o hələ uşaqdır? Mən onların evində olmuşam, böyük və zəngin evləri var, əsl saraydır, elə sizinki kimi. Mən onlarda çox olmuşam, amma o qız hələ uşaqdır. Onun 15 yaşı var. Mən onu tanışlarımızın evində görmüşəm. Çox xoşuma gəlib, olduqca gözəldir. Mənim onunla evlənmək niyyətim yoxdur, Yohannes dedi. Belədir. O qıza baxdı. Viktoriyanın sifəti tutulmuşdu. Niyə onun haqqında danışırsınız? Siz mənim diqqətimi başqasına yönəltmək istərsiniz? Qız addımlarını yeyinlətdi və onun sualına cavab vermədi. Bu da Kamergerin evi. Qız onun əllərindən yapışıb özü ilə bərabər girişə, pilləkənlərə doğru dartdı. Mən içəri girmək istəmirəm, o təəccüblə dedi.
Qız qapının düyməsini bastı, Yohannesə tərəf döndü. Onun sinəsi qabarmışdı. "Mən sizi sevirəm," Viktoriya dedi. "Başa düşürsünüz? Sevirəm sizi." Və qəflətən tez tələsik onu 3-4 pillə aşağıya çəkdi və boynuna sarılaraq öpdü. Yohannes hiss etdi ki, qız tir-tir titrəyir. "Mən sizi sevirəm," Viktoriya təkrar etdi. Yuxarıda qapı açıldı. Qız onun ağuşundan xilas olub pilləkənlə yuxarıya doğru qaçdı. 4-cü hissə. Vaxt sübhə yaxınlaşır. Şəfəq sökülür, göyümtül və adamı üşüdən bir sentyabr səhəridir. Bağda qovaqlar asta-asta xışıldayır, pəncərə açılır, bir adam başını çölə çıxarıb nəsə oxuyur. Əynində pəncəyi olmayan bu yarıçılpaq divanənin gecənin xoşbəxtliyindən başı dumanlanıb. Birdən ətrafa boylanır, qapı döyülür. "Gəlin," o qışqırır. Qonşu daxil olur. "Sabahınız xeyir," o qonşuya deyir. Yaşlı adam olan qonşu möhkəm əsəbləşib, onun rəngi ağarıb, əlində lampa var. Çünki dan yeri azca ağarmağa başlayıb. "Mən sizi bir daha xəbərdar edirəm, cənab Meller, cənab Yohannes Meller. Siz özünüzü olduqca ədəbsiz aparırsınız," əsəbi şəkildə donquldanır. "Haqlısınız," Yohannes cavab verir. "Siz tamamilə haqlısınız. Bilirsiniz, mən bir şeyi qaralamışam. Birdən-bir alındı. Baxın, görürsünüz, hamısını bu gecə yazmışam. Bu gün mənə xoşbəxt gecə qismət olmuşdu. Artıq bitirmişəm. Ona görə də pəncərəni açıb oxumağa başladım." "Siz bağırırdınız," deyə qonşu onun səhvini düzəldir. "Adam da boğazını belə cırar, həm də gecə yarısı." Yohannes masanın üstünə səpələnmiş bir qucaq irili xırdalı kağızı götürür. "Baxın," ucadan səslənir. "Həyatım boyu belə asanlıqla yazmamışdım. Sanki ətrafdakı hər şey şimşək işığı ilə nura qərq oldu. Mən bir dəfə şimşəyin teleqraf xətti ilə necə qaçdığını görmüşəm. Sanki odlu lent idi. Bax, mənim içimdə də bu gün eyni ilə beləcə şimşək çaxdı. Axı nə edə bilərdim? Əminəm ki, siz hər şeyin necə alındığını bilsəniz, mənə acığınız tutmayacaq. Mən burada oturub yazırdım. Bir dəfə də olsun stuldan qalxmamışam. Mən daim sizi düşünərək yerimdən tərpənmirdim. Sonra isə elə bir vaxt yetişdi ki, mən hər şeyi unutdum. Kökçüm az qalırdı partlasın. Ola bilsin ki, o zaman gecə vaxtı ayağa qalxmışam. Hətta otaqda gəzişmişəm. Mən o qədər bəxtiyardım ki." "Yox, gecə mən heç bir şey eşitməmişəm," qonşusu deyir. "Amma səhərin gözü açılmamış pəncərəni açıb var gücü ilə bağırmaqla biabırçılıqdır." "Haqlısınız. Əlbəttə biabırçılıqdır. Amma mən sizə izah etdim axı. Necə oldu ki, belə bir şey baş verdi, başa düşürsünüzmü? Mən qeyri-adi bir gecə keçirmişəm. Dünən mənim həyatımda çox mühüm bir hadisə baş verib. Mən küçə ilə gedərkən öz xoşbəxtliyimə rast gəldim. Eşidirsiniz? Öz ulduzuma, öz saadətimə rast gəlmişəm. Anlayırsınızmı? O məni öpdü. Onun al-qırmızı dodaqları var. Mən onu sevirəm. O məni öpdü və mən bu öpüşdən sərxoş oldum. Siz heç elə həyəcanlanmısınız ki, bir söz belə deyə bilməyəsiniz? Mən bir kəlmə də danışa bilmədim. Amma ürəyim elə döyünürdü ki, tir-tir əsirdim. Mən evə qaçdım və yuxuya getdim. Stulda oturduğum yerdə yuxulamışam. Axşam tərəfi oyandım, sevincimdən başım gicəllənirdi. Mən yazmağa başladım. Mən nə yazdım? Bax bunları. Ruhuma əsrarəngiz bir durum hakim kəsilmişdi. Mən cənnətdə idim. Mənim qəlbim açılmışdı. Mələklər günəşin zərrin şəfəqləri altında mənə şərab gətirdilər. Mən şərabı içdim. Bu baş dumanlandıran bir şərabdır. Mən onu qızıl badədə içdim. Məgər mən saatın vurmasını eşidə bilərdim? Məgər mən lampanın necə söndüyünü görə bilərdim? Siz Allah, məni başa düşün. Mən hər şeyi yenidən yaşadım. Mən yenə öz sevgilimlə birlikdə küçədə addımlayırdım və yoldan keçənlərin hamısı onun ardınca baxırdı. Biz parka daxil olduq. Orada krala rast gəldik. Mən sevinç içərisində papağımı çıxarıb ona yerədək təzim etdim. Kral isə mənim sevgilimin ardınca baxdı. Çünki o çox biçimli və gözəldir. Biz yenidən şəhərə qayıtdıq və bütün məktəblilər onun dalınca baxdılar. Ona görə ki, o gəncdir və əynində açıq rəngli paltarı var. Biz qırmızı rəngli daş evin yanına gəlib çıxdıq və evə daxil olduq. Mən pilləkənlərlə onun arxasınca yuxarı qalxdım və onun qarşısında diz çökmək istədim. Bu zaman o məni qucaqlayaraq öpdü. Bu hadisə mənim başıma dünən axşam gəlib, çox yaxında.
Bilmək istəyirsiniz nə yazmışam? Mən sevinç və xoşbəxtliyin sonsuz himnini yazmışam. Mənə elə gəlir ki, xoşbəxtlik özünün bütün çılpaqlığı ilə qarşımdadır və əllərini mənə uzadır. Daha mənim sizə heç bir sözüm yoxdur. Qonşusu ümidsiz və əsəbalı dedi. Ancaq sizə axırıncı dəfə xəbərdarlıq edirəm. Yohannes qapının kəndarında onu saxlayır. Bir dəqiqə dayanın. Kaş ki görəydiniz, indi sizin sifətiniz sanki günəş şüalarının təsiri ilə işıqlandı. Bax indi siz üzünüzü çevirəndə bu çıraq onun işığı günəş şüası kimi alnınıza düşdü. Mən gördüm ki, siz artıq əsəbləşmirsiniz. Doğrudur. Mən pəncərəni açıb uca səslə oxumağa başladım. Mən xoşbəxtim və bütün ətrafdakıları qardaşcasına sevirdim. Bəzən belə olur. Adamın düşüncələri donur. Mən başa düşməli idim ki, siz hələ yatırsınız. Bütün şəhər hələ yatır. Əlbəttə, axı hələ çox tezdir. Mən sizə bir şey hədiyyə etmək istəyirəm. Siz məndən hədiyyə qəbul edərsiniz. Bu gün məşhur portsiqardır. Mənim özümə də onu hədiyyə ediblər. Bir zamanlar xilas etdiyim bir qız bağışlayıb. Lütfən onun içərisinə 20 siqaret yerləşir. İstəmirsiniz? Hə, siz çəkən deyilsiniz, eybi yox, öyrənərsiniz. Olar ki, mən səhər-səhər üzr istəmək üçün sizin yanınıza gəlim. Elə istəyirəm ki, məni bağışlamağınız üçün nəsə edim. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə, indi uzanıb yatacağam. Söz verirəm, mənim otağımdan heç hənirti də gəlməyəcək. Bundan sonra hərəkətlərimə diqqət edəcəyəm. Qonşu getdi. Birdən Yohannes qapını yenidən açaraq onun ardınca qışqırdı. Onsuz da sabah çıxıb gedirəm. Sizə bir daha mane olmayacağam. Sabah çıxıb gedirəm. Tamam yadımdan çıxmışdı. O getmədi. Müxtəlif səbəblər onu saxladı. Müəyyən işləri qurtarmaq, nəsə almaq, kiminləsə haqq hesabı çürütmək lazımdı. Beləcə bir gündə keçdi və axşam düşdü. Bütün günü şəhərdə külək kimi ora-bura vurnuxdu. Nəhayət, Kamergerin qapısını döydü. Früken Viktoriya evdədir. Viktoriya harasa getmişdi. O izah etdi ki, onlar Früken Viktoriya ilə həmyerlidirlər. Bir dəqiqəlinə baş çəkib ki, görsün evdədir ya yox. Bir dəqiqəlik baş çəkməyə cəsarət edib. Güya evlərinə xəbər göndərmək istəyirmiş. Yaxşı, nə etmək olar? Yenidən şəhəri veyillənməyə yollandı. Birdən ona rast gəlsə, görsə, bəlkə karetədə oturub. Bütün axşamı avara-avara gəzdi. Onu teatrın qarşısında gördü, baş əydi, gülümsündü və yenidən baş əydi. Qız onun salamını aldı, yaxın getmək istədi. Onları cəmi cümlətanı bir neçə addım ayırırdı, ancaq bu zaman gördü ki, o tək deyil. Kamergerin oğlu Otto da onunla birlikdədir. Onun əlində leytenant mündiri vardı. Yohannes düşündü, indi mənə işarə edəcək, bəlkə hiss etdirməkdən mənə tərəf baxacaq. Lakin qız teatrın girişinə doğru tələsirdi. Sifəti allanmış, başını aşağı dikmişdi. Gizlənməkdən istəyi şübhəsizdir. Görürsən, onu teatrda görmək istəsəm nə olar? O bilet alıb teatra daxil oldu. Kamergerin lojasının harada yerləşdiyini bilirdi. Belədir ki, bu varlıların xüsusi lojası da var. Lojada əyləşmiş qəşəng geyimli Viktoriya olduqca cazibədar görünürdü. O ətrafa göz gəzdirsə də, Yohannesə tərəfə baxamadı. Bircə dəfə də. Fasilə zamanı Yohannes onu fayədə gözləri ilə izləyirdi. Yenidən ona təzim etdi. Qız ona bir qədər təəccüblə baxaraq başını tərpətdi. Sərinləşdirici içkilər orada verilir. Otto qarşı tərəfi göstərdi. Onlar irəliyə doğru getdilər. Yohannes onların ardınca baxdı. Onun baxışları qəribə şəkildə dumanlanırdı. Onu itələyir, üzərinə bağırırdılar. O isə qeyri-iradi olaraq üzr istəyir və yerində durmaqdan davam edirdi. Viktoriya çıxıb getdi. Yenidən qayıdıb gəldiyi zaman o yerdəki təzim etdiyi dodağının altında mızıldandı. Bağışlayın, Früken. Otto onun salamını aldı və gözlərini qıyaraq onu başdan ayağa süzdü. Bu Yohannesdir, Viktoriya təqdim etdi. Onu xatırlayırsan? Siz yəqin ki, valideynləriniz barədə soruşmaq istəyirdiniz. O sözünə davam etdi. Üzü gözəl və sakitdir. Dəqiq bilmirəm, amma mənə elə gəlir ki, sağ-salamatdırlar. Hə, sağ-salamatdırlar. Onlara salam söyləyərəm. Çox sağ olun. Bu yaxınlarda evə gedəcəksiniz, Früken. Bu günlərdə gedəcəyəm. Salam söylərəm. Viktoriya başını tərpədib getdi. Yohannes onu yenidən gözdən itirərək müşahidə etdi. Sonra isə teatrdan çıxdı. Boş-boşuna bir xeyli avaralandı. Ağır-ağır, qəmgin-qəmgin o tərəf bu tərəfə gedərək vaxt öldürməyə çalışdı. Saat 10-da Kamergerin evinin qarşısındaydı. Tezliklə tamaşa başa çatacaq və o gələcək.
Bəlkə ona karetanın qapısını açaraq papağını çıxarıb təzim etmək qismət oldu. Karetanın qapısını açmaq və yerədək təzim etmək. Yarım saatdan sonra nəhayət Viktoriya gəldi. Görəsən düz darvazanın önündə durub özünə gözə soxmaq nə qədər yerinə düşər. Ətrafa baxmadan cəld küçənin o biri tərəfinə keçdi. Kamergerinin evinin darvazasının açılmasını, karetanın həyətə girməsini və darvazanın yenidən bağlanmasını eşitdi. Yalnız bundan sonra üzünü çevirdi. Tam bir saat evin yanında ora-bura vurnuxdu. O heç kəsi gözləmir və heç bir şey planlaşdırmırdı. Birdən qapı açıldı. Viktoriya bayıra çıxdı. Şilyapası başında değildi. Sadəcə olaraq çiyinlərinə örpək örtmüşdü. O ürkək təbəssümlə pərt-pərt gülümsündü. Söhbətə başlamaq bəhanəsi ilə soruşdu. Siz gəzişə-gəzişə nə barədə düşünürdünüz? Düşünürəm? Yox, o cavab verdi. Sadəcə olaraq gəzişirəm. Mən gördüm ki, siz o tərəf bu tərəfə gedirsiniz. Qərara gəldim ki, mən sizi pəncərədən gördüm. Mən elə indicə geri dönməliyəm. Sağ olun ki, çıxdınız, Viktoriya. Bir dəqiqə öncə mən elə narahat idim ki, indi hər şey keçdi. Teatrda sizinlə salamlaşdığım üçün mənə acığınız tutmasın. Bura gəlməkdə daha böyük axmaqlıq etdim. Mən sizi görəcəyimə və nə deyəcəyinizi öyrənməyə ümidli idim. Axı siz özünüz də bilirsiniz ki, qız cavab verdi. Sırağa gün mən sizə o qədər də çox şey söylədim ki, siz məni yanlış anlaya bilməzdiniz. Buna baxmayaraq mən inana bilmirəm. Daha bu barədə danışmayaq. Mən çox şey dedim, hətta həddinin artıq və indi onlara qarşı münasibətdə düzgün hərəkət etmirəm. Mən sizi sevirəm. Sırağa gün sizə yalan söyləməmişəm. İndi də yalan danışmaram. Ancaq bizi çox şey ayırır. Mən sizə çox bağlıyam. Sizinlə söhbət etmək mənə olduqca xoşdur. Başqa birisi ilə söhbət etməkdən qat-qat xoşdur, amma mən daha burada qala bilmərəm. Bizi pəncərədən görə bilərlər. Yohannes. Elə səbəblər var ki, siz onları bilmirsiniz. Ona görə də nələri nəzərdə tutduğumu məndən heç vaxt soruşmayın. Mən bu barədə gecə gündüz düşünmüşəm və sizə doğrusunu söyləmişəm. Ancaq bu mümkün deyil. Nə mümkün deyil? Hər şey, ümumiyyətlə hər şey, Yohannes. Məni özümün və sizin qürurunuzu qorumaq zərurətindən xilas edin. Baş üstə, mən sizi xilas edərəm. Amma deyəsən, sırağa gün siz sadəcə olaraq məni axmaq yerinə qoydunuz. Belə çıxır ki, mən sizin küçəyə təsadüfən gəlmişdim. Sizin də keyfinizin kök vaxtı imiş. Ona görə də Viktoriya üzünü döndərib getməyə hazırlaşdı. Bəlkə nəsə bir günah iş tutmuşam. Yohannes soruşdu. Onun sifəti tanınmayacaq dərəcədə dəyişdi. Əks təqdirdə mən sizin bu 2 gündə və 2 gecədə mən yəqin ki, nəsə axmaq bir iş tutmuşam. Yox, məsələ tamamilə ayrı cürdür. Sadəcə olaraq mən hər şeyi ətraflı düşünmüşəm. Ola bilməz ki, eyni şeyləri siz də düşünməyəsiniz. Başa düşün, bu həmişə mümkünsüz olub. Mən sizə bağlıyam, sizi qiymətləndirirəm və hörmət edirəm. Qız Yohannesə baxır və onun təbəssümlü baxışları altında özünü təhqir olunmuş hiss etsə də daha da çılğınlıqla davam edirdi. İlahi, yəni siz başa düşmürsünüz ki, atam sizə rədd cavabı verəcək? Niyə məni bunu deməyə məcbur edirsiniz? Ax, özünüz də başa düşürsünüz, bu nəyə gətirib çıxarar? Məgər elə deyil? Sükut, elədir, o cavab verdi. Və ümumiyyətlə qız davam etdi. O qədər səbəb var ki, yox, həqiqətən də siz bir daha məni izləməməlisiniz. Teatrda məni elə qorxutdunuz ki, lazım deyil. Daha etməyəcəyəm, o cavab verdi. Bəlkə də qısa müddətə də olsa evinizə gələcəksiniz. Mən çox şad olardım. Necə də isti əliniz var. Mən isə soyuqdan titrəyirdim. Mən getməliyəm. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə qalsın, o cavab verir. Soyuq və boz küçə qum zolağı kimi sonsuz yol kimi şəhər boyu uzanır. Yohannes köhnə solmuş çiçəklər satan oğlana rast gəldi. Oğlanı çağırıb ondan qızıl gül aldı və 5 kron qızıl pul verdi. Olduqca səxavətli bir davranışdı. Sonra isə yoluna davam etdi. Bir dəstə uşaq darvazanın yanında oynayırdı. 10 yaşlı oğlan isə sakitcə oturub onlara baxırdı. O vaxtından xeyli əvvəl qocalmış, mavi gözləri ilə oyuna tamaşa edirdi. Onun yanaqları, batıq çənəsi kvadrat şəklində idi. Başında isə katan parçadan papaq vardı. Daha doğrusu bu papaq astarı idi və oğlan onu başına parik əvəzinə qoymuşdu. Çünki dəri xəstəliyi onun başını həmişəlik keçərləşdirmişdi. Yəqin ki, onun qəlbi də xəstəlikdən saralıb solmuşdu. Bütün bunlara Yohannes qeyri-iradi olaraq diqqət yetirirdi.
Buna baxmayaraq şəhərin harasında olduğunu və hara getdiyini belə bilmirdi. Bir yandan da yağış çiləməyə başladı. O isə heç bir şey hiss etmirdi. Ona görə də bütün gün yanında gəzdirdiyi çətirini belə açmadı. Nəhayət bağa gəlib çıxdı və skamyada oturdu. Yağış getdikcə güclənirdi. O qeyri-ixtiyari çətiri açdı və oturmağa davam etdi. Tezliklə ona qarşısını alınmaz yuxu həkim kəsildi. Fikirləri dumanlandı, gözləri yumub mürgüləməyə başladı. Birazdan ayıldı. Onu yoldan keçən birinin gür səsi oyatmışdı. Ayağa qalxıb irəliyə doğru hərəkət etdi. Beyni durulmuşdu. Nə olmuşdusa hamısını xatırladı. Bütün xırdalıqlarına dək, hətta bir qızılgülə 5 kron verməyini də. Xəyalına gətirdi ki, oğlan öz qəpiklərinin içərisində bu qəribə pulu görəndə necə də sevinmişdir. Bu, hər hansı 25 ere filan deyil, qızıl 5'lik kron idi. Ya Rəbbim, özün kömək ol. Uşaqları isə yəqin ki, yağış qovmuşdu və onlar artıq darvazanın altında klas-klas və kürəciklərlə oynayırdılar. 10 yaşlı eybəcər qoca isə oturub baxırdı. Kim bilir, bəlkə də o baxaraq nəyəsə sevinirdi. Bəlkə də arxa həyətdəki hücrədə onun da gəlinciyi, kağız tərxəyi ya da fırfırası vardı. Bəlkə onun üçün də hələ həyatda hər şey məhv olmayıb və bir gün onun da sarılıb solmuş qəlbində ümid işığı yanacaq. İrəlidə boylu, buxunlu, gözəl bir qadın göründü. Yohannes diksinərək dayandı. Yox, onu tanımır. Qadın yan dalandan çıxıb o biri tərəfə getdi. Sel kimi yağan yağışa baxmayaraq əlində çətiri yoxdu. O qadına çatıb onun üzünə baxdı və ötüb keçdi. Necə də gənc və gözəldi. Tamamilə islanıb. Sətərcəm olacaq. O isə yaxınlaşmağa cürət etmir, öz çətirini də bağladı. İslanmaqdırsa qoy ikimiz də islanaq. Evə qaydanda gecə yarısı keçmişdi. Stolun üstündə dəvətnamə vardı. Seyyerlər ailəsi onu sabah axşam evlərində görməkdə məmnunluq ifadə edirdilər. O seyyerlərin evində bəzi tanışlarını görə biləcək. Yeri gəlmişkən tapın görək kimi saray sahibinin qızı Viktoriyanı. Səmimiyyətlə sizin filankəslər. Yohannes elə stuldaca yuxuya getdi. 2 saatdan sonra oyandı. Bərk üşümüşdü. Yuxulu halda soyuqdan titrəyə-titrəyə dünənki günün dərd qəminin əzabını içində qəbul etmək istəmədiyi dəvət məktubunu cavab yazmaq üçün masanın arxasına keçdi. Cavabı yazdı və zərfi poçt qutusuna salmaq üçün aşağı enməyə hazırlaşdı. Birdən fikirləşdi ki, seyyerlər Viktoriyanı da dəvət ediblər. Deməli belə, o bu barədə heç bir şey söyləmədi. Qorxub ki, birdən gəlməz. Yad adamların yanında onunla üz-üzə gəlməkdən qorxur. Məktubu cırıb yenisini yazdı. Sağ olun, gələcəyəm. Onun əlləri həyəcandan əsirdi. Qəribə və acı təsəlli qəlbinə doldu. Axı niyə də getməsin? Yetər artıq. O tamamilə həyəcan içindədir. Əl atıb təqvimdən bir zəncə qoparıb bir həftə qabağa qaçır. Güya şad xəbər aldığım xəyalını gətirərək özünü xoşbəxtlikdən göyün 7-ci qatında hiss edir. Bu xoşbəxt andan həzz almaq istəyir. Bax indi bir çubuq yandırıb kürsüyə yayxanacaq və ləzzət alacaq. Lakin çubuq qurumla dolub. Onu təmizləmək üçün boş yerə bıçaq və bir biz axtarır və birdən küncdə asılmış saatın əqrəbini qırır. Qırılmış saata baxmaq necə də xoşdur. Ha ha ha. Öz-özünə gülür və yenə də nəsə sındırmaq üçün otaqda vurnuxur. Vaxt keçir, nəhayət islanmış paltarlarının soyunmadan yatağına uzanır və yuxuya gedir. Yuxudan oyananda artıq çoxdan işıqlanmışdı. Yağış hələ də yağırdı. Küçədə görməçələr əmələ gəlmişdi. Şuuru qarmaqarışıqdı. Qırıq-qırıq yuxular dünənki xatirələrlə bir-birinə qarışıb qızdırma, titrəmə hiss etmirdi. Əksinə ehtirasları soyulmuşdur. Üstünə sərin meh əsir, sanki bütün gecəni rütubətli meşəni dolaşaraq suyun kənarına gəlib çıxmışdı. Qapı döyülür, poçtalyon məktub gətirir, o zərfi açıb baxır, oxuyur. Mənasını çətinliklə başa düşür. Məktub Viktoriyadandır. Xırda kağız parçasına yazılmışdır. Onun tamam yadından çıxıb desin ki, bu gün axşam seyyerlərdə evinə dəvət olunub. Onu orada görmək istəyir. İstəyir hər şeyi ətraflı anlatsın. Xahiş edir ki, onu unutsun və bir kişi kimi bu ağrıya qatlaşsın. Pis kağıza görə bağışlayın, səmimiyyətlə sizin filankəs. O evdən çıxdı. Bir yerdə əlüstü yemək yeyib evə qayıtdı və nəhayət seyyerlərə cavab yazdı. Bu gün gələ bilməyəcək,
İstərdi ki, onların dəvətindən başqa bir vaxtda faydalansın. Heç olmasa sabah axşam. Məktubu xidmətçi ilə göndərdi. 5-ci hissə. Payız gəldi, Viktoriya çıxıb getdi, kiçik xəlvətli küçədəki evlər isə yerində idi və hər şey əvvəlki tək sakitdir. Yohannesin otağında gecələr işıq yanırdı. İşıq axşam ulduzlarla birlikdə yanır, ertəsi gün səhər açılanda sönürdü. Yohannes yorulmadan işləyirdi. O öz böyük kitabını yazırdı. Həftələr və aylar keçdi və tək-tənha evdə oturub heç kəslə görüşmürdü. Seyirlərin də evində olmamışdı. Təxəyyülü onunla tez-tez acı zarafatlar edirdi. İşə yaramayan doğruları və uydurmaları onun kitabına salırdı. Ona görə də yazdıqlarını sonradan bürmələyib sobaya atmalı olurdu. Bu isə işi çox uzadırdı. Gecənin sakitliyində qəfil səs, küçə ilə gedən təkərlərin uğultusu düşüncələrinə gözlənilməz təkan verir və onları kənara atırdı. Küçə ilə kareta açır, "Ey, yoldan çıx! Ax, niyə? Niyə bu karetadan özümü qorumamalıyam?" Kareta yanından ötüb keçdi. İndi o doğrudan da tini burulmuşdu. Orada isə bəlkə də paltosuz, papaqsız bir adam dayanıb, irəli əyilərək başını zərbə altına qoyub. İstəyir ki, kareta onun üstündən keçsin, onun şikəstisini öldürsün. Adam ölmək istəyir. Nə etmək olar, özü bilər. O artıq çoxdandır köynəyinin düymələrini, səhərlər ayaqqabılarının bağlarını bağlamır. Əynində bütün paltarların yaxası açıqdır. Arıq sinəsi üryandır. O ölmək istəyir. Bu adam isə ölüm yatağındadır. O dostuna məktub, xahişnamə yazıb. Adam ölüb. Məktubsa qalır. Məktubda tarix və imza, böyük və kiçik hərflər var. Onu yazanlarsa bir saat bundan qabaq ölüb. Necə də qəribədir. İmza yerinə öz adını yazarkən o hətta adi quyruq da qoyub və bir saatdan sonra ölüb. Başqa bir adam o balaca bir otaqda uzanıb, otağın divarları göy boyu ilə rənglənib və ağac haşiyə ilə köbələnib. Nə olsun? Heç bir şey. Bütün dünyada yalnız o elə indicə ölümlə üzləşəcək. O elə bu barədə də düşünür. Yorulub, əldən düşənədək düşünür. Artıq axşamdır. Divardakı saat 8-i göstərir. O saata baxır və başa düşür ki, saat niyə vurmur? Saat vurmur. Artıq saat dəqiqəsinədək 8 tamamdır. Çaqqıldamakda davam edir. Ancaq vurmur. Yazıq, o huşunu itirmişdir. Saat vurmuşdur, o isə bunu eşitməmişdir. Divardan onun anasının portreti asılıb. O portreti barmağı ilə deşir. İndi bu portret onun nəyinə lazımdır? Əgər özünün axırı çatıbsa, portreti nəyə görə qorumalıdır? Onun bulanıq baxışları masanın üstünə dikilir. Masanın üstündəki gül dibçəyinə o əlini uzadır. Dəqiq hesablanmış ləng hərəkəti ilə dibçəyi masanın üstündən yerə salır. Dibçək parça-parça olur. Bu çiçəkləri nədən ötürü qorumaq lazımdır? Sonra o özünü kəhraba müştüyünə pəncərəyə tərəf çıxır. İndi o nəyə lazımdır? Axı gün kimi aydındır ki, o qəbirdə olduğu zaman müştüyün burada olmasının heç bir mənası yoxdur. Bir həftə sonra adam ölür. Yohannes ayağa qalxır və otaqda var-gəl etməyə başlayır. Divarın o tərəfindən qonşu oyanır, xorultu kəsilir. Nəfəs və inilti səsi gəlir. Yohannes pəncərənin üstündə masaya yaxınlaşıb yenidən oturur. Pəncərənin altında külək ağacı qovaqları xışıldadır. Yohannes diksinir. Qoca ağacı qovaqların yarpaqları tökülüb. Ağaclar bədbəxt əlillərə bənzəyir. Düyünlü budaqları titrək səs çıxararaq evin divarını döyəcləyir. Qurumuş ağac şax-şaxlar sanki qəsdən tarak-turuq salır. Yohannes vərəqlərə baxaraq yazdıqlarını oxuyur. Elədir. Xəyalı onu Allah bilir yenə hara aparıb. Burada ölümün yaxud firtildəyib keçən karetanın nə dəxli var? Axı o bağı təsvir edirdi. Doğma diyardakı yaşıl gülü çiçəkli bağı, sarayın yanındakı bağı. Bax, o bu barədə yazırdı. Bağ indi cansız durumdadır və qarla örtülüb. Buna baxmayaraq, Yohannes onu təsəvvür edir. Özü də qışı və qarı deyil, baharı təsvir edir. Səhərin mehi və çiçəklərinin ətrini, axşamdır, körfəzdəki su dərin və əridilmiş quruquşun kimi hərəkətsizdir. Yasəmənin xoş ətri gəlir. Canlı çəpər yaşıl yarpaqlar və tumurcuqlarla örtülmüşdür. Hava isə
O qədər sakitdir ki, körfəzin o biri sahilində oxuyan quşların cəhcəhi eşidilir. Bağdakı xiyabanda Viktoriya tək tənha dayanıb. 20 yaşlı Viktoriyanın əynində ağ paltar var. O bağdadır, təkdir. O, ən hündür gül kollarından da uca boyludur, dayanıb. Körfəzə, meşəyə, uzaqdakı yatmış qayalara baxır. O, bağın yaşıllıqları içərisində dümağ ruhdur. Aşağıdakı yolda addım səslər eşidilir. O, yaşıllıqlar içərisində gizlənmiş köşkə yaxınlaşır. Məhəccərə dirsiklənib aşağıya baxır. Yolla gedən yolçu papağını çıxarıb yerədək təzim edir. O, yolçunun salamını alır. Yad adam ətrafa göz gəzdirir. Yolda heç kəs yoxdur. O, bir neçə addım məhəccərə yaxınlaşır. Viktoriya qəfil arxaya çəkilərək əlini yerlədir. Yox, Viktoriya, o deyir. Bir vaxtlar sizin mənə dediyiniz sözlər müqəddəs həqiqətdir. Mən sizin haqqınızda düşünməməliyəm. Ona görə ki, bu mümkün deyil. Əlbəttə, qız cavab verir. Belə olduğu halda nə istəyirsiniz? O, lap yaxınına gəlir. Onları yalnız məhəccər ayırır və deyir. Nə istəyirəm? Mən cəmisi bircə dəqiqə burada dayanmaq istəyirəm. Axırıncı dəfə, mən sizə mümkün qədər daha çox yaxınlaşmaq istəyirəm. Bax, mən sizin tam yanınızda durmuşam. Qız susur, bir dəqiqə keçir. Gecəniz xeyrə qalsın, o deyir və yenidən şlyapasını çıxararaq demək olar ki, yeri süpürünədək təzim edir. Ölümün buna nə dəxli var? Yohannes yazdığı vərəq əzib sobaya atır. Orada alovda yanmağa məhkum edilmiş başqa vərəqlər də vardır. Xəyalının uçuşan zərrələri və o yenidən yoldan keçən, təzim edən və bir dəqiqəlik görüş başa çatdıqda əlvida deyən qərib yolçu haqqında yazır. Ağ paltarlı gənc qız isə bağda qaldı. Onun 20 yaşı vardı. O həmin yolçunun arvadı olmaq istərdi. Amma yox, qətiyyən. Amma buna baxmayaraq o qızın yaşadığı evin divarları yanında dayandı. Beləliklə, günlərin bir günündə onun bəxti gətirdi. Yenə də həftələr, aylar keçdi və yaz gəldi. Qar artıq ərimiş, hava uğultuyla dolmuşdu. Sanki günəşdən aya daşqın sular axmağa başlamışdı. Qaranquşlar da uçub gəlmişdi. Şəhər ətrafındakı meşədəki dörd ayaqlıqlar və yad dildə danışan quşlar vurnuxmağa başlamışdılar. Torpağın təzə tər qoxusu ətrafı bürümüşdü. Yohannes bütün qışı gecə və gündüz qurumuş ağcaqovaq budaqlarının evinin divarında çaldığı ritmləri dinləyərək islamışdı. İndi isə baharın gəlişi ilə küləklər səngimiş, şax-şax səsləri kəsilmişdi. Yohannes pəncərəni açıb küçəyə baxdı. Artıq hər şey sakitləşib. Gecə yarısınadək buludsuz, səmada sərişan ulduzlar səhərə aydın və ilıq gün vəd edirdi. O, şəhərin uzaqdan eşidilən aramsız uğultuyla müşayiət olunan səs-küyünə qulaq verdi. Birdən paravozun qulaqbatırıcı fitri eşidildi. Bu gecə qatarının fiti idi. Gecənin sakitliyində tək başına banlayan xoruz səsinə oxşayırdı. İşə başlamağın vaxtıdır. Bütün qışı bu paravoz fiti onun üçün çağırış siqnalı olmuşdu. Yohannes pəncərəni bağlayıb yenidən masa arxasına keçdi. Oxuduğu kitabları kənara itələyib kağız və qələm götürdü. Böyük kitab demək olar ki, başa çatmaq üzrədir. Yalnız son fəsil. Uzaq səfərə çıxan gəminin vidalaşma mərasiminə qalıb ki, o da artıq beynində hazırdır. Çox uzaqlara səfər çıxmış bir adam yolüstü yol qırağındakı meyxanədə oturub saçları və saqqalı çallaşmışdır. Yaş öz işini görsə də o hələ sağlam və güclüdür. Amma sinnindən daha yaşlı görünür. Həyətdə onu minik arabası gözləyir. Atlar dincəlir. Arabaçı yaxşı yeyib içdiyi üçün şən və razı görünür. Yad adam kirayəşinlərin dəftərinə adını yazanda meyxana sahibi onu tanıyaraq təzim edir və ehtiram göstərir. Sarayda indi kim yaşayır? Yolçu soruşur. Kapitan, meyxana sahibi cavab verir. O çox varlıdır. Sarayın sahibəsi isə onun arvadıdır. Hamıya qarşı çox mehribandır. Hamıya? Qonaq qəribə təbəssümlə öz-özünə soruşur. Belə çıxır ki, mənə qarşı da? Qonaq əyləşib kağızı nəsə yazır. Sonra yazdıqlarını oxuyur. Bu şeirdir. Təntənəli və təmkinli. Amma içərisində çoxlu kədərli sözlər var. Sonra isə yolçu vərəqi cırır. Oturur və vərəqi tikə-tikə etməkdə davam edir. Lakin bu zaman qapı döyülür. Sarı paltarlı bir qadın içəri daxil olur.
Örtüyünü qaldırır. Bu sarayın sahibəsi Frau Viktoriyadır. O, kraliça kimi vüqarlıdır. Qonaq yerindən sıçrayır, sanki onun tutqun sifəti birdən-birə içəridən işıqlanır. Siz hamıya qarşı necə də mərhəmətlisiniz. Budur, mənim də yanıma gəlibsiniz. Qadın cavab vermir. Sakitcə dayanıb ona baxır. Yanaqları bərk qızarır. Sizə nə lazımdır? O biraz əvvəlki halına qayıtaraq kədərlə soruşur. Mənə keçmişi xatırlatmağa gəlibsiniz? Fəqət bilirsinizmi ki, biz sonuncu dəfə görüşürük, möhtərəm xanım. Çünki mən həmişəlik olaraq buradan gedirəm. Sarayın gənc sahibəsi əvvəlki tək susur, lakin onun dodaqları səyriyir. Yəni sizə öz çılğın məhəbbətim haqqında bir dəfə etiraf etməyim bəs eləmədi? Yenidən soruşur. Yaxşı, bir dəfə də boynuma alıram. Mən sizə öz ürəyimi vermişəm, lakin sizə layiq deyiləm. İndi razı qaldınızmı? O daha da həyəcanlanaraq davam edir. Siz məni rədd etdiniz və başqasına ərə getdiniz. Mən yorulmamış, qaba kəndli idim, ay idim, vəhşi idim. Cavanlıqda kral qoruğuna girmişdim. Bu zaman qonaq kürsüyə yıxıldı və hönkürtü ilə yalvarmağa başladı. Gedin, məni bağışlayın və öz yolunuzla gedin. Saray sahibəsinin yanaqlarının qızartısı bir andaca itdi və o asta-asta hər sözü vurğulayaraq danışmağa başladı. Mən sizi sevirəm, başa düşün artıq. Yalnız sizi sevirəm. Əlvida. Sonra gənc qadın əlləri ilə üzünü qapayaraq tez otaqdan çıxdı. Yohannes qələmi kənara qoyub kürsüyə söykənir. Nəhayət son nöqtəni qoydu, qurtardı. Artıq onun kitabı hazırdır. 9 aylıq əməyinin məhsulu olan yazılı vərəqlər artıq özündən yüngüllük hiss edir. Ürəyi fərəhlə döyünürdü. İş başa çatmışdır. Lakin hələlik pəncərədən dan yerinin ağarmasının tamaşa edərək oturmuşdu. Beynindəki fikirlər hələ də gərginlik içərisində vurur. Fantaziyaları yorulmadan çalışırdı. Onun qəlbini yeni-yeni ehtiraslar çulğalamışdı. Beyni bol bəhər yetirmiş, fəqət hələ yığılmamış torpağından isti bux çıxan bağa bənzəyirdi. O hansısa əsrarəngiz bir qüvvənin təsiri ilə canlı, heç bir şeydən əsər əlamət olmayan ölü vadiyə düşmüşdür. Yalnız uzaqdan orqan səsləri eşidilir. O, orqana yaxınlaşıb onu nəzərdən keçirir. Orqan qana bulaşmışdır. O çalmağa davam edir. Orqanın yan tərəfindən isə qan sızır. O biraz irəli gedir və meydana gəlib çıxır. Meydan boşdur. Nə bir ağac, nə bir səs. Meydan bomboşdur. Ancaq qumun üzərində ayaq izləri görünür. Havada isə burada deyilmiş son sözlərin əks sədası eşidilir. Demək insanlar buranı təzəcə tərk ediblər. Qəribə hisslər keçirir. Meydanın üzərində havadan asılı qalmış sözlərin əks sədası onu qorxudur. Dövrəyə alır, boğur. Onları qovur. Onlar yenidən irəliləyirlər. Bunlar heç söz də deyil. Bunlar qocalardır. Oynayan qocalar. İndi onları aydın şəkildə görür. Niyə onlar rəqs edirlər və niyə bu qədər məyus-məyus? Bu qoca yallısından buz kimi soyuq vurur. Qocalar onu görmürlər. Onlar kordur. Onları çağırır, amma onlar eşitmir. Onlar ölüdürlər. O biraz da irəli şərqə, günəşə doğru irəliləyir və dağa yaxınlaşır. Bu sənsən, dağın ətəyində dayanmısan? Bir səs ondan soruşur. Hə, o cavab verir. Dağın ətəyində dayanan mənəm və eşidir. Ətəyində dayandığın dağlar mənim ayağımdır. Mən yerin ən uc tərəfində buxovlanmışam. Gəl məni xilas et. O yola düşür və yerin kənarına gəlib çıxır. Körpüdə onu bir adam güdür. Körpüdən kim keçirsə, o hamısının kölgəsini tutub alır. Bu adam müşkdən düzəldilib. Kölgəsini almaq istəyən müşk adamı görəndə onu qorxu bürüyür. Bu adama tüpürür. Yumruqları ilə onu hədələyir. Lakin keşikçi möhkəm dayanıb, gözləyir. Geri dön. Kimsə arxadan onu çağırır. O arxaya dönür. Bu zaman yolla diyirlənərək ona yol göstərən bir baş görür. Bu insan başıdır. Hərdən bir səssizcə gülümsəyir. O başın arxasınca gedir. Baş gecə gündüz diyirlənir. O isə elə hey onu izləyir. Dənizin sahilinə çatanda baş qəfildən yerə batır və yox olur. O isə suya tullanıb dərinliyə baş vurur. Budur. O əzəmətli qapıların qarşısında dayanıb onu nəhəng bir hürən balıq qarşılayır.
Balığın at yalına bənzəyən yalı var. Amma bütün ədaları it ədasıdır. Balığın arxasında Viktoriya dayanıb. O əlini Viktoriya uzadır. Viktoriya paltarsızdır. O gülümsünür, su axını onun saçlarını dalğalandırır. Bu zaman o Viktoriyanı uca səslə çağırır. Öz bağırtısına yuxudan oyanır. Yohannes qalxıb pəncərəyə tərəf gedir. Artıq hava tam işıqlaşıb. Pəncərənin çərçivəsindən asılmış kiçik güzgüdə göz qapaqlarının qızardığını görür. Lampanı söndürüb səhərin tutqun işığında kitabının sonuncu səhifəsini bir də nəzərdən keçirir və yatağına uzanır. Elə həmin axşam Yohannes otağın pulunu ödəyib əlyazmanı naşirə apardı və şəhərdən çıxıb getdi. O xarici yola düşdü. Hara getdiyini isə heç kəs bilmirdi. 6-cı hissə. Böyük kitab işıq üzü gördü. Dəyişkən ovqatların, səslərin və tabloların böyük səltənəti, kiçik dünyası. Kitabı aldılar, oxudular və bir kənara qoydular. Bir neçə ayda keçdi. Payıza yaxın Yohannes bir kitab da buraxdırdı. Bəs sonra? İndi onun adı dildən dilə gəzirdi. O uğur qazanmışdı. Yeni kitab qürbətdə yazılmışdı. Öyrəşdiyi mühitdən uzaqda. Köhnə şərab kimi tünd idi. Əziz oxucu, Didelik və İzelin haqqında povest sizin qarşınızdadır. Bu povest bütün yüklərin yüngül görsəndiyi xoşbəxt, həm də mənasız qəm-qüssə ilə dolu çağlarda yazılmışdı. Allahın sevgi ilə heyrətləndirdiyi Didelik haqqında povest duyğuların çağlamasının nəticəsidir. Yohannes xaricdə heç kəsin tanımadığı yerdə yaşayırdı. Bu məlum olanda artıq üstündən bir il keçmişdi. Deyəsən qapı döyülür. Bir axşam qoca dəyirmançı arvadına dedi. Hər ikisi susub qulaq verdi. Əşi, heç kəs yoxdur, arvadı dedi. Artıq saat 10-dur. İndi hava qaralacaq. Bir neçə dəqiqə keçdi. Qapı yenidən döyülür. Bu dəfə daha bərk və qaraltı. Sanki nəhayət cəsarət toplayaraq. Dəyirmançı qapını açdı. Qapının kəndarında saray sahibinin qızı dayanmışdı. Qorxmayın, bu mənəm, qız dedi və ürkək-ürkək gülümsündü. Sonra otağa daxil oldu. Ona kürsü təklif etdilər, ancaq oturmadı. Çiyinlərinə isti örpək salmış, yazın gəlişinə bir xeyli qalmasına və yolların hələ palçıq olmasına baxmayaraq ayaqlarına üstü açıq tüflü geyinmişdi. Sizi xəbərdar etmək istəyirdim, yazda bura bir leytinat gələcək, o dedi. O mənim nişanlımdır. Yəqin ki, burada meşə cüllütü ovlayacaq. Ona görə də istədim sizi xəbərdar edim ki, qorxmayasınız. Dəyirmançı və arvadı təəccüblə Viktoriyaya baxdılar. Qonaqları meşədə və yaxud çəmənliklərdə ov edərkən kiməs xəbərdarlıq etmək saray sahiblərinin adətinə zidd idi. Onlar itaatkarlıqla təşəkkür etdilər. Xeyirxahlığınıza görə çox sağ olun. Viktoriya qapıya tərəf döndü. Mən yalnız buna görə gəlmişdim. Düşündüm ki, yaşlı adamlarsınız. Əvvəlcədən desəm, yaxşı olar. Dəyirmançı cavab verdi. Bizə görə narahat olduğunuz üçün çox sağ olun, Fröken. Fröken ayaqqabıları islatmayıb ki. Yox, yollar qurudur, o qısa cavab verdi. Ümumiyyətlə, həm də biraz gəzişmək istəyirdim. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı. O cəftəni əralayıb qapını açdı. Kəndarda birdən geri dönərək soruşdu. Hə, Yohannes necədir? Ondan bir xəbər var? Yoxdur. Xoş sözlərə görə sağ olun, Fröken. Yoxdur. Yəqin ki, bu yaxınlarda gələcək dedim. Bəlkə sizə xəbər verib? Yox, ötən yazdan bəri bizə məktub yazmır. Deyəsən xaricdədir. Hə, xaricdə olduğunu bilirəm. Orada onun üçün yaxşıdır. O özü bu barədə kitabında yazır ki, artıq onun üçün mənasız qəm-qüssənin zamanı keçmişdir. Yəqin ki, ona yaxşıdır. Allah ağzınızdan eşitsin. Biz onu gözləyirik, ancaq o bizə yazmır. Ümumiyyətlə, heç kimə yazmır. Biz isə gözləyirik. Bir halda ki, onun üçün mənasız kədərin zamanı keçmişdir, görünür olduğu yerdə ona yaxşıdır. Özü bilər. Mən sadəcə olaraq bilmək istəyirdim ki, o yazda gələcək ya yox. Bir də gecəniz xeyrə qalsın. Xeyrə qarşı. Dəyirmançı arvadı ilə onu eşiyədək ötürüb, ardınca baxdılar. O isə başını dik tutub, üstü açıq çəkmələri ilə torpağı qıçqırıb ağarmış yoldakı çirkli görməçələri adlayaraq saraya doğru gedirdi. 2 gündən sonra isə Yohannesdən məktub gəldi. O təxminən bir aydan sonra yeni kitabını qurtarıb evə qayıdacaq. Bu uzun vaxt ərzində onun işləri yaxşı olub. Tezliklə yeni işini də başa çatdıracaq. Bu kitabda o öz təxəyyülünün gücündən istifadə edib.
Dəyirmançı saraya baş çəkməyə qərar aldı. Yolda o Viktoriyanın dəsmalını tapdı. Dəsmalı o sırağa gün axşam itirmişdi. Xanım yuxarıdaydı, lakin xidmətçi təklif etdi ki, məlumat versin ki, ona nə lazımdır. Sağ olun, eybi yoxdur, yaxşısı budur o gözləsin. Nəhayət ağanın qızı aşağı düşdü. Siz məni görmək istərdiniz, o soruşdu və qonşu otağın qapısını açdı. Dəyirmançı ona yaxınlaşıb əl dəsmalını uzatdı və dedi: Bir də ki, Yuhannesdən məktub almışıq. Bir anlığa, qısa bir anlığa Viktoriyanın üzü sevincdən işıqlandı. O cavab verdi: Sağ olun, bu həqiqətən də mənim yaylığımdır. O evə qayıdır. Dəyirmançı demək olar ki, pıçıltıyla dedi. Viktoriya laqeyd görkəm alaraq: Biraz hündürdən danış, dəyirmançı. Kim qayıdır, soruşdu. Yuhannes. Yuhannes, nə olsun ki? Elə belə, mən sadəcə olaraq biz fikirləşdik ki, sizə demək pis olmazdı. Biz arvadımla məsləhətləşdik və o düşündü ki, sırağa gün siz xəbər aldığınız ki, yazda o gələcək, gəlməyəcək. Hə, deyəsən gələcək. Yəqin ki, sevinirsiniz, ağanın qızı soruşdu. Yaxşı, nə vaxt gələcək? Bir aydan sonra. Belədir, elə bu? Hə, sadəcə olaraq biz düşündük ki, bir halda ki, siz soruşdunuz, elə bu, başqa heç bir şey. Dəyirmançı yenə səsinin tonunu aşağı saldı. Viktoriya onu qapıya da götürdü. Dəhlizdə onlar qızın atası ilə qarşılaşdılar və Viktoriya onun yanından keçərkən bəkdən və laqeydcəsinə dedi. Bilirsən, dəyirmançı deyir ki, Yuhannes tezliklə evə qayıdacaq. Onu xatırlayırsan? Dəyirmançı isə sarayın qapısından çıxarkən öz-özlüyündə and içdi ki, həyatda bir də heç vaxt belə bir axmaqlıq etməyəcək. Bir də heç vaxt arvadına qulaq asmayacaq. Güya ki, bu kimin qəlbində nə olduğunu bilir. Ona hər şeyi olduğu kimi deyəcəyəm.